Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə OTK nəşrlərinin 26 oktyabr 2025 tarixində keçirdiyi blok fənlər üzrə sınaq imtahanının informatika suallarının izahını verəcəm. Suallarımız 11-ci sinifə aid suallardır. Deməli, 11-ci sinifin imtahan suallarıdır. İlk sualımıza baxaq. Belə bir ədəd verilib bizə onluq say sistemində və onun 8-li say sistemindəki təsvirində olan sıfır simvollarının sayının bir simvolların sayından nə qədər çox olduğunu müəyyən etməyimizi istəyir. Baxın, bu ifadəni biz nə etməliyik? Müxtəsər vurma düsturuna gətirməliyik. Deməli, 4, 1, 0, 4 ədədini mən necə yaza bilərəm? Biz bilirik ki, 4096 neçədir? 2 üstü 12, düzdür? Bax, bu ədədi 4096 üzərinə gəlmiş 32 kimi yaza bilərik, düzdür? Və kvadratı da olduğu kimi 100 kvadratında yazacağıq. Deməli, bax bu müxtəsər vurma düsturunu necə asacağıq biz? A plus B mötərizənin kvadratı kimi, yəni A-nın kvadratı plus birincinin ikinci ev hasilinin 2 mislini, yəni 2AB plus B-nin kvadratı. Buna əsasən gəlin bu yazılışımızı açaq. Deməli, birinci yazıram. 4096-nın kvadratı plus birincinin ikinci ev hasilinin 2 misli, yəni 2 vurulmuş 4096 vurulmuş 32 üzərinə gəlinmiş ikincinin kvadratı, yəni 32-nin kvadratı. Deməli, bunu necə yaza bilərəm? 4096-nı belə yazaram. 2 üstü 12-nin kvadratı plus 2 vurulmuş 4096 vurulmuş 32-ni necə yazaram? 2 özü 2 üstü 1 deməkdir. 4096 özü 2 üstü 12 deməkdir. 32 də 2 üstü 5 deməkdir. Vurma zamanı üstlər toplanacağına görə 12 buradan 5 buradan 17 bir də buradan 18. Eləcə 2 üstü 18 üzərinə gəlinmiş 32-nin kvadratını da 32 özü 2 üstü 5 deməkdir. Yəni yazaram 2 üstü 5 mötərizənin kvadratı. Bu necə eləyəcək bizdə? 2 üstü 12 dəfə 2 eləyəcək 24 plus 2 üstü 18 plus 2 üstü 5 dəfə 2 eləyəcək 10. Belə bir nəticə əldə edirəm. Və verilmiş ədədi mən 8-li say sistemini ifadə eləməliyəm. 8-li say sistemini ifadə eləməyim üçün də 8 nəyə bərabərdir? 2 üstü 3-ə. 2 üstü 3-ü bu ədədlərdən ayırmalıyam. Gəlin hətta bunun qalan hissəsini digər səhifədə həyata keçirək. Çünki burada artıq yerimiz çatmayacaq. Deməli, bu ədədlərdən hərəsindən ayıraraq 2 üstü 3-ü ayırsam nə edəcəm? Yazıram 2 üstü 24-dür. 2 üstü 3 kimi necə yaza bilərəm? 2 üstü 3-ün üstü 8 kimi yaza bilərikmi? 3 dəfə 8 24 deyilir. Əmsal heç nə olmadığına görə 1 yazırıq. Bir yanında qüvvətin sayı qədər 0. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0 olacaq. 2 üstü 18-i necə yazacağam? 2 üstü 18 bərabərdir. 2 üstü 3-ün üzəri 6. Doğrumu? 3 dəfə 6 2 üstü 18-i verir. Bu da yenə əmsal olmadığına görə bir yanında qüvvətin sayı qədər 3, 4, 5, 6 dənə 0 olacaq. Və keçirəm növbəti hissəyə. 2 üstü 10-u. 2 üstü 3 kimi necə yazaram? 2 üstü 3-ün üzəri 3 dəfə 2 eləyəcək 9 vurulmuş 2 üstü 1 kimi yaza bilərəm. Əmsal məndə 2 olacaq və qüvvətin sayı qədər 0 da olacaq belə 3 dənə 0. İndi ədədləri toplasam. Bir yanında 1, 2, 3, 4, 5, 6 sıfırın üzərinə gələcəm. 8 sıfırın üzr istəyirəm. Birinci 8-dir. 8 sıfırın üzərinə gələcəm. Bir yanında 6 sıfırı. 1, 2, 3, 5. Bu da 6 sıfır. 1 və bunun üzərinə 3 0 2-ni əlavə edəcəm. Cavab olacaq 3 dənə 0 buradan, 2 buradan, 2 dənə 0 buradan, 1 0 1. Belə bir nəticə əldə edilmiş olacaq. İndi bizdə məsələdə nə istəyir? Deyir ki, 0 simvollarının sayının 1 simvolların sayından nə qədər çox olduğunu müəyyən edin. Baxaq görə bizdə nə qədər 0 simvolu var idi? 1 2 3 4 5 6 dənə 0 var idi. 6 dənə 0 var idi. 1 simvol nə qədərdir? 2 dənə. 2 dənə də 1 var. Deməli, bu ya deyə bilərik 3 dəfə çoxdur, 3 dəfə çoxdur. Ya da deyə bilərik 6-dan 2, 4 dənə, 4 ədəd çoxdur. Baxaq görək variantlarda hansı var? 3 dəfə və ya 4 ədəd. Deyə bilərik 4 ədəd çoxdur. Dəfə desəydi 3 dəfə götürə bilərdik. Cavabımız olacaq D variantı. Keçirəm növbəti sual nümunəsinə. Sistemə giriş üçün 8 simvollu parollardan istifadə olunur. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri. Aha, bax gəlin yazaq. Deməli 8 simvollu bir şifrə tərtib etməliyəmsə 8 dənə oyuq çəkirəm. 1 2 3 4 5 6 deməli 3 6 7 bu da olsun 8-ci. Ey bax, burada da çəkək 8-cini. Aha, deyir ki, ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərflərindən ibarətdir. Bax, 4 simvol. Yəni, bura qədər Azərbaycan əlifbasının kiçik hərfləri hansılardır? A, kiçik A, kiçik B, kiçik C. Toplam nə qədər eləyir? 32 Azərbaycan əlifbası eləyir, düzdür? Yəni, 32 hərf eləyir, 32 simvol eləyir. Deməli, ilk 4 oyuğu üçün mənim əlimdə 32 dənə variant var. Hərəsi üçün təbii ki. 32 bura, 32 bura, 32 də bura. Daha sonra deyir ki, və onluq say sistemin rəqəm simvolları. Aha.
İlk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri və onluq sayı sisteminin rəqəm simvolları. Deməli, baxın, həm Azərbaycan əlifbasının kiçik hərfləri var, həm də onluq sayı sisteminin rəqəm simvolları var. Onluq sayı sisteminin rəqəmləri hansılardır? 0-dan 9-a qədər. Deməli, 32 dənə hərf variantı varsa, 9 dənə də rəqəm variantı olacaq. Yəni, bu eləcək 41 dənə variant. Yəni, bizim birinci oyğumuz üçün əlimizdə 41 variantımız olacaq. Üzr istəyirəm 42. Çünki 9 belə deyək də 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Onluq sayı sistemi rəqəmləri bunlardır. Bu da toplam 10 dənə eləyir. Yəni bu eləcək 42. Deməli mənim əlimdə birinci oyğu üçün 32 yox 42 variant var. İndi davam edirəm. Daha sonra deyir ki, onluq sayı sistemi rəqəm simvolları 5-ci və 6-cı mövqedə, yəni bu iki mövqedə, yalnız 16-lıq say sisteminin simvolları var. 16-lıq say sistemlərinin simvolları da 0-dan 15-ə qədərdir. Yəni toplam 16 simvol. Deməli bu ikisi olacaq 16 vurulmuş 16 və 7-ci 8-ci mövqedə isə yalnız 10-luq və 16-lıq say sistemlərinin simvolları təşkil olunacaq. Yəni hər ikisində 10-luq və 16-lıq. Deməli 10-luq say sisteminin simvolları 10 dənə oldu, 16-lığın simvolları 16 dənə. Toplam neçə dənə eləyir? 26 dənə simvol eləyir. Yəni bura yazacağam 26, burada yazacağam 26. Deməli ümumi nə qədər variantımız olacaq? Belə yazaq da, olacaq ümumi 4 dənə 42, yəni daha doğrusu 42 üstü 4. Bax, bu 4 dənə 42-ni bir-birinə vuracaq. 42 üstü 4 vurulmuş. 2 dənə 16, yəni 16-nın kvadratı vurulmuş. 2 dənə də 26, yəni 26-nın kvadratı. Belə bir nəticə alınmış olacaq. Cavabımız eləyəcək B variantı. Ümid edirəm fikrim aydındır. Mən sadəcə burada ilk başda ilk hissəsini oxumadım. Ona görə mən 32 götürdüm. Bizə deyir ki, həm Azərbaycan əlifbasının kiçik hərfləri, həm də onluq koddur. Ona görə ikisini birləşdirib mən oraya yazmalıydım ki, ümumi simvol sayı bizdə 42 eləsin. Yox, əgər bizə desəydi ki, müəyyən bir əlifbanın həm kiçik hərfləri, həm böyük hərfləri, məsəl üçün əgər Azərbaycan əlifbasının həm böyük, həm kiçik hərfləri desəydi, o zaman 32 dənə böyük hərf, 32 dənə də kiçik hərf, toplam 64 dənə hərf variantımız olmuş olacaqdır. Burada cavabımız olacaq B variantı. Keçirəm növbəti sual nömrəmizə. RGB kodlaşdırma sistemində olan belə bir ölçüdə qrafiki təsvirin rəng dərinliyi X-dir. Aha, rəng dərinliyi məlum deyil. Kodlaşdırma sistemində kodlaşdırılan həcm 33 MB-dir. Rəng dərinliyi X olan kodlaşma sistemindəki maksimal rəng çalarını sayını müəyyən edin. Gəlin baxaq. Deməli, baxırıq ki, bizim sözgedən bu ölçüdə olan təsvirimiz əvvəl RGB-də kodlaşdırılır. Daha sonra deyir ki, rəng dərinliyi X olan bir kodlaşdırma sistemində kodlaşdırılıb və həcmi 33 MB olub. Artıq RGB-də kodlaşdırılanda həcmin nə qədər olması bizə belə deyək, lazım deyil. Niyə? Çünki əsas biz burada X-da kodlaşdırılan həcmi bilirik və buradan X-i tapa bilərik. Biz də bilirik ki, bizim qrafiki informasiyamızın həcmin tapılma düsturu necədir? H bərabərdir A vurulmuş B və yəni enində və hündürlüyündə olan piksellərin hasili və vurulmuş I bit, yəni rəngin dərinliyi. Biz buradan A vur B-ni bilirik, yazıram. 1024 vurulmuş 2048 vurulmuş, mən buradan I biti bilmirəm, I biti tapacam və deyir ki, rəng dərinliyi X-da bərabərdir 33 MB. Buradan I bitim nəyə bərabər olacaq? 33 MB mən cavabı bitlə almalı olduğuma görə çevirirəm bitə, yəni 223 biti olacaq. Bölünmüş məxrəcdə 211, yəni 2048 vurulmuş 210, yəni 1024. 33 vurulmuş 223 bölünmüş məxrəcdə eləyəcək 200, deməli 10, 21 üzr istəyirəm, 221. Bunlar gedəcək, qalacaq 4. Bu da eləyəcək neçə? 132. Cavabımız eləyəcək buradan 132. Bizim bu aldığımız cavab rəngimizin dərinliyidir. Bizdən nə istəyir? Rənglərin maksimal sayı. Demişdik ki, rəng sayı, rəng çaları, maksimum rəng dedikdə nə nəzərdə tutulur? Böyük N nəzərdə tutulur. Böyük N nəyə bərabərdir? 2 üstü I-yə. I-ni aldıq 132. O zaman böyük N neçə eləyəcək? 2 üstü 132. Cavabımız eləyəcək Y variantı. Ümid edirəm aydındır. Keçirəm növbəti suala. 5 simvollu 760 müxtəlif sətrin simvollar ardıcıllığının yaradılması üçün ən azı neçə simvoldan istifadə olunur? Aha. Baxın, burada bizə nələr verilib? Bircə dəqiqə buranı pozum. Deməli 5 simvollu 760 müxtəlif sətrin simvollar ardıcıllığının yaradılması üçün ən azı neçə simvoldan istifadə olunmalıdır? Gəlin bu suala baxmazdan əvvəl Codera'da 3.2-ci bölmədə səhv eləmirəmsə bir sual nömrəsi var. Gəlin birinci ona baxaq. Baxın, əziz abiturientlər, yadınıza gəlirsə, biz Codera'da belə bir sual nömrəsi işləmişdik. Bizə burada nə deyir? Deyir, müəyyən bir əlifbada simvollarını istifadə etməklə ən çox 65536 sayda müxtəlif söz əldə etmək olar. Bu
sözlərin hər birinin 4 simvoldan ibarət olduğu məlum olarsa, əlifbanın gücü neçə olar? Bax, burada biz nə demişdik sizə? Demişdik, tutaq ki, A, B, C, D, Y simvollarından istifadə eləməklə 5 hərfli neçə söz əldə etmək olar? Bax, bunu necə yazırdıq? Bax, birinci gəlin bunu yazaq, daha sonra bunu, daha sonra sınağın sualını. Bax, 5 hərfli, bax bu 5 dənə simvoldan istifadə eləməklə 5 hərfli neçə müxtəlif söz yarada bilirdik? 5 hərfli dediyinə görə 5 dənə oyuğumuzu çəkirdik. Düzdürmü? 1, 2, 3, 4, 5. 5 dənə oyuğumu çəkirəm. Hər oyuq üçün mənim əlimdə neçə variant var? 5 dənə variant var. A, B, C, D, Y. Yazıram 5 bura, 5 bura, 5 bura, 5 bura, 5 də bura. Neçə eləyəcək? 5 üstü 5. Doğrudur. Ümid edirəm bununla məndən razısınız. Bax, 5 hərfli dediyinə görə 5 oyuq çəkdim. 5 variant yazdım. Çünki hərəsi üçün A, B, C, D, Y, A, B, C, D, Y. Hərəsi üçün 5 dənə əlimdə variant var. Və toplam 5 üstü 5 sayda mən söz yarada bilirdim. Tutaq ki, buradan da A-nı götürürəm. İkinci oyuqdan da A-nı götürüb. Yəni sözün mənasının olub-olmaması önəmsiz idi də. Ona görə hamısından A-nı götürüb belə 5 dənə A hərfindən ibarət bir söz yarada bilirdim mən. Burada əlifbanın gücü neçə idi uşaqlar? Əlifbanın gücü burada, bax, belə deyək də, A, B, C, D, Y, yəni 5 idi. Yəni 5 simvollu əlifbanın hərflərindən istifadə edərək mən söz düzəldirdim. Düzdürmü? Bax, indi 29-cu sualda bunun əksini deyir. Deyir ki, mən əlifbanın gücünü bilmirəm. Yəni neçə simvoldan ibarət bir əlifbadan istifadə edəcəyimi bilmirəm. Ona görə də bax, deyir ki, 4 simvoldan ibarət söz yarat. Yəni 4 dənə oyuğumu çəkirəm mən. Və hansı əlifbadan istifadə edəcəyimi bilmədiyimə görə, bax, o variantların sayının yerinə x yazıram. Düzdür? Və yekun məndə 65536 sayda söz əldə olunurdu. Buradan x üstü 4 bərabər olacaqdı 65536-ya. X üstü 4 bərabərdir 65536 216 deməkdir. Bunu da mən ədəd üstü 4 kimi necə yazaram? X üstü 4 bərabərdir. 4 üstü 4 kimi yaza bilərəm. Düzdür? Yox, 4 üstü 4 yox. Bircə dəqiqə. 16 üstü 4 yazsam. 2 üstü 4-ün üzəri 4 kimi. Bəli, bu formada yaza bilərəm. 4 üstü 4 kimi yox, üzr istəyirəm. 16 üstü 4 kimi. Bu formada yazıram. 16 üstü 4 kimi yaza bilirəm. Bu 4-lər buradan gedəcək. Buradan x neçə eləyəcəkdir? 16. Deməli, 16 simvollu əlifbanın hərflərindən istifadə edərək 65536 dənə söz yaratdım və söz gedən sözlər 4 hərfli sözlər olmuş oldu. İndi bizim məsələdə nə deyir? Bizim məsələdə isə deyir ki, gəlin qaydaq. Deməli, bizim məsələdə deyir ki, 5 simvollu bir söz yaratmalıyam. Bax, 5 simvollu 5 dənə oyuğumu çəkirəm. 1, 2, 3, 4 və 5. Və bu 760 müxtəlif simvolların ardıcıllığı yaradılmalıdır burada. Burada misal üçün, bax, bayaq alınmışda 65536 sayda söz. Burada 760 sayda olmalıdır. Və ən az neçə simvol deyir? Ən az neçə simvol deyilənə görə mən böyük bərabər 760 götürməliyəm burada. İndi bax, mən yenə əlifbanı bilmirəm. İndi bax, əlifbanın yerinə bilmədiyimə görə x yazacağım. Deməli, bir dəqiqə görüntüsünü getdim. Deməli, 5 simvol dediyinə görə 5 dənə oyuq çəkdim. Aha, burada x olacaq, burada. Bu necə olacaq? X üstü 5 bərabərdir 760. Belə bir yazılış olacaq. Daha doğrusu böyük bərabər 760. İndi isə baxaq ki, burada deyir, ən az neçə simvoldan istifadə eləmək olar. X üstü 5 bərabər. Bu, belə deyək də, hansı ədədin üstü 5? 760-dan böyük olacaq. Amma ən kiçik ədəd götürməliyəm. Bu ən kiçik olacaq 4. Və 4 üstü 5 mənə nəyi verir? 2 üstü 2-nin üzəri 5. 5 də 2 eləyəcək 2 üstü 10. Yəni 1024. Həqiqətən də 1024 böyük bərabər olacaq 760-dan. Ən kiçik məndə hansı olacaq onda? 4 olacaq. Və x-in yerinə olacaq 4. 4 üstü 5 böyük bərabər 760 olmuş olacaq. Yəni cavabım olacaq burada 4. Ümid edirəm, fikrim aydındır. Keçirəm növbəti sual nümunəmizə. Aha, belə bir cədvəl tələb edən sual nümunəsi verilib. Gəlin bunu digər səhifədə həll edək. Paint-ə gətirək bunu. Bircə dəqiqə buranı pozum. Aha. Birinci bu hissəsini götürək. Daha sonra cavab hissəsini yekunda götürərik. Deməli, bizə belə bir sual nümunəsi verilib. Elçin, Aylin, Atabəy və Cəmil dostdular. Aha. Onlar Bakı, Sumqayıt, Gəncə və Füzuli şəhərlərində işləyirlər. Gəlin mən bunlar üçün bir əvvəl cədvəl yaradım. Çünki bu aiddir bizim üçün hansı mövzuya? Cədvəl informasiya modelinin yaradılmasına. Bir dənə cədvəl yaradaq, obyektləri qeyd edək və obyektlərin xassələrini. Daha sonra davam edərik. Neçə nəfərdirlər bunlar? 1, 2, 3, 4 nəfərdirlər. Bu olsun 1 nəfərin adı, 2 nəfərin adı, 3 nəfərin və 4 nəfərin. Daha sonra
Hansı şəhərlər? Bakı, Sumqayıt, Gəncə. Bura olsun Bakı, bura Sumqayıt, bura Gəncə, bir də Füzuli. Burada olsun Füzuli. Və nə deyir? Onlardan ikisi iqtisadçıdır. Aha, bu çox əhəmiyyətli bir nüanslı yadda saxlayaq. Biri həkim, digəri müəllimdir. O zaman mən iqtisadçı yazım bura. Bura həkim, burada müəllim yazım. Aha, indi davam edirəm. Adları da qeyd eləyəm. İndi isə gəlin variantlara baxaq. Deyir ki, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Aha, bax bir kənara yazıram. Gəncə iqtisad. Bir dənə kres işarəsi çəkək. Müəllim nə Sumqayıtda, nə də Gəncədə işləyir. Tamam. Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Baxaq, Cəmil Bakıda işləmir. Bax, Bakıya Cəmil üçün minus qoyuram. Elçin Gəncə şəhərində işləmir. Elçin üçün isə Gəncəyə minus qoyuram. Bayaq mənə demişdi ki, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Elçin Gəncədə çalışmadığına görə, deməli Elçin iqtisadçı ola bilər. Hələ ki, buradan davam edək. Deyir ki, indi Elçin və Atabəy iqtisadçı deyillər. Tamam, Elçin iqtisadçı deyil. Tamam, o zaman Atabəy də iqtisadçı deyil. Bizə bayaq nə demişdi? Demişdi ki, 2 nəfər iqtisadçıdır. Bu 2 nəfər iqtisadçı olmadığına görə, deməli Aylin ilə Cəmil ikisi də iqtisadçı olacaq. Ümid edirəm, fikrim aydındır. Çünki 2 nəfər iqtisadçı idi, dedi bizə. Onun üçün digər ixtisaslara Aylin və Cəmilə gəlin minusumuzu qoyaq və davam edək. İndi bizə nə demişdi bayaq? Demişdi, Gəncədə işləyən iqtisadçı deyil. İqtisadçılar kim oldu bayaq? Aylinlə Cəmil. Bunlar deməli, Gəncədə işləyən iqtisadçı deyilsə, əgər Aylinlə Cəmil deməli Gəncədə işləməyəcək də, düzdür? Çünki bunlar iqtisadçıdırlar axı. Aylinlə Cəmilə Gəncə üçün minus qoysam, Cəmilə kim qalacaq bizdə? Özü Gəncəyə kim qalacaq? Qalacaq Atabəy. Atabəy digər şəhərlərdə işləyə bilməyəcək. Davam edirəm. İndi bizə nə deyir? Deyir ki, müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Aha. Müəllim nə Sumqayıtda işləyir, nə də Gəncə şəhərində. Tamam. Daha sonra burada bizə nə məlumdur? Füzulidə işləyən şəxs iqtisadçı deyil. İqtisadçı işləyənlər Aylinlə Cəmildir. Deməli, bunlar Füzulidə işləməyəcəklər. Füzuli üçün də Aylinlə Cəmilə minus qoyaq gəlin. Aylinlə Cəmilə burada minus qoysaq. Cəmilə hara qalır? Cəmilə qalır Sumqayıt. Bu minuslara əsasən Cəmilə Sumqayıt qaldı. Və bu minuslara əsasən də Aylinə qalır, baxın görürsünüz, üçü də minusda. Aylinə qalır bizdə Bakı və Bakıda digərləri işləyə bilməyəcəyinə görə Elçinə də qalır Füzuli. Aha. İndi mənə nə deyir? Deyir ki, müəllim nə Sumqayıtda, nə də Gəncədə işləyir. Müəllim nə Sumqayıt, nə də Gəncədə işləyir. Sumqayıtda işləyən kimdir? Cəmil. Deməli, Cəmil müəllim ola bilməz. Cəmil zaten iqtisadçı idi, aydın məsələdir. Bir də müəllim nə Sumqayıt, nə də Gəncədə. Sumqayıtda işləyən kim idi bizdə? Sumqayıtda işləyən bizdə Cəmil idi. Bəs Gəncədə işləyən kim idi? Atabəy. Deməli, Atabəy də müəllim deyil. Bu durumda Atabəyə hara qalacaq? Atabəyə qalacaq həkimlik. İxtisas olaraq daha doğrusu. Deməli, digərləri həkim ola bilməyəcəyinə görə burada bizə kim qaldır? Elçinə də qaldı müəllimlik. İndi bizə nə deyir? Elçin və Cəmilin hansı ixtisaslara sahib olduqlarını və hansı şəhərlərdə işlədiklərini müəyyən edin. Elçin olacaq Füzulidə müəllim, Cəmil olacaq Sumqayıtda iqtisadçı. Füzulidə müəllim, Sumqayıtda iqtisadçı. Baxaq. Elçin Füzulidə müəllim, Cəmil Sumqayıtda iqtisadçı. Cavabımız olacaq, baxın, Y variantı. Ümid edirəm, aydındır. Keçək növbəti sual nömrəsi. Fərdi kompüterin növlərinə aid olmayanı soruşur bizdən. Baxaq. Deməli, matrisli, lazerli bunlar printerin növləridir. Bunlar getdi. Daha sonra sensorlu ekranda aid olmayacaq. Olacaq masaüstü kompüterlər, notebooklar və planşetlər. 1, 4, 5 cavabımız olacaq A variantı. Keçirəm növbəti sual nömrəmizə. Avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətni 1024 simvolu əlifbaya keçirilən zaman həcmi bu qədər azalır. Aha, gəlin digər səhifədə bu sual haqqında deməli müzakirə aparaq. İndi bizə nə deyir? Deyir ki, Unicode əlifbasında kodlaşdırılmış mətn 1024 simvolu əlifba standartına keçirilib. Bizim Unicode standartımızda bir simvolumuzun həcmi nə qədərdir? 16 bit və ya 2 bayt. Doğrumu? İndi isə bəs 1024 simvollu əlifbada nə qədərdir? 10 bit. Nəyə əsasən? N bərabər 2 üstü 7 üstünə əsasən. Rəng, üzr istəyirəm, simvollu əlifba, yəni belə deyək, əlifbanın gücü, əlifbanın qüvvəti 1024-də, N 1024-də, buradan I, yəni bir pikselin həcmi nə qədər eləyəcək? 10 bit eləyəcək. Unicode-da da standartdır 16 bit və ya 2 baytdır. İndi bizə deyir ki, bax, deməli, Unicode standartına 1024 simvolu standarta keçirilən zaman həcmi bu qədər azalır. Aha, mən Unicode standartında, yəni 16 bitdə həcmi bilmirəm nə qədərdir. Amma öyrəndim ki, 10 bitə gələn zaman həcmi bu qədər bayt azalıb.
Bax 3 vurulmuş 2 üstə 12. Baytdan bitə gəlsəm nə edirəm? Vururam 2 üstə 3-ə. Düzdür, necə yazaram? 3 vurulmuş 2 üstə 15 yazaram. Gəlin bitlə yazaq. Bax yazıram 3 vurulmuş 2 üstə 15 bit. Ümid edirəm məndən razısınız. Hər tərəfi bitə gətirdim. Bax 16 bitdə həcmi bilmirəm, amma öyrəndim ki 10 bitə gələn zaman həcmi 3 vurulmuş 2 üstə 15 bit qədər artıb. İndi mən gəlib tapmalıyam Unicode'da olan həcmi. X məndə nə qədər eləyəcək? 10 bit məxrəcdə. Deməli, 16 bit vurulmuş 3 vurulmuş 2 üstə 15 bit surətdə. Ümid edirəm düz gedirəm. Deməli, 10 bitə keçirilən zaman həcmi bu qədər bayt azalmışdı. Aha, baxaq indi. Bitlər buradan ixtisar gedəcək. 10 bitdən 16 bit getsə bizdə nə qalacaq? Deməli, 5 qalacaq məxrəcdə, 4 qalacaq surətdə. Burada 4-ü yazaram 2 üstə 2 kimi. Belə olacaq da 3 vurulmuş 2 üstə 2 vurulmuş 2 üstə 15 bölünmüş 5. Belə bir yazılış alınacaq. Burada ümid edirəm ki, düz gedirəm. Bircə dəqiqə. 3 vurulmuş 2 üstə 17 bölünmüş 5 bit. Aha, yaxşı olsun belə. Və daha sonra bizə deyir ki, həmin mətn 32 simvollu əlifbaya keçərsə, həcmi neçə bayt olacaq? Aha, bax mən bu aldığım həcm aiddir Unicode standartına. Doğrumu? Bax bu aldığım həcm mənim Unicode standartıma aiddir. 16 bitə aiddir. Mən 16 bitdə həcmi belə bir cavab aldım. Yəni 3 vurulmuş 2 üstə 17 bit bölünmüş 5. Hətta gəlin bunu bitdən bayta çevirək. Kiçikdən böyük keçmək üçün böləcəm. Deməli, bitdən bayta küsü 3-ə bölməliyəm də. Gəl lap eybi yox keçirmək belə yazaq. 16 bit yazdım. 32 simvollu əlifbada da 1 simvol 5 bitdir. 5 bitdə həcmi tapacağam. Aha. Buradan x-im nə qədər eləyəcək? 16 məxrəcdə 3 vurulmuş 2 üstə 17 bölünmüş 5 bit. Vurulmuş, bax buradakı 5 bitə. Çalçarpaz vurulur axı bu. Vurulmuş 5 bitə. 5-lər buradan ixtisar gedəcək. Məxrəcdə də bir dənə bit var. Bitlərin biri də ixtisar gedəcək. 16, burada elə bil belə alınır da. 3 vurulmuş 2 üstə 17 bölünmüş 16-nı da 2 üstə 4 kimi yaza bilirəm. Bu eləyəcək 3 vurulmuş 2 üstə. Deməli 17 ilə 4 gedəcək. 2 üstə 13 bit qalacaq. Daha sonra bizdən bunu baytla istədiyinə görə biz bunu deməli gətirəcəyik bayta. Bayta da gətirmək üçün bölməliyəm 2 üstə 3-ə. Burada da eləyəcək 3 vurulmuş 2 üstə 10. Cavab eləyəcək 3 vurulmuş 2 üstə 10 bayt. Aha, belə bir cavab yoxdur. Tamam, o zaman necə yaza bilərik bunu biz? Əgər bunu belə yazsam, 3 vurulmuş 6 vurulmuş 2 üstə 9 kimi də yazmaq olar. Gəlin baxaq görək hardasa səhv eləmədik əvvəl. Çox üzr istəyirəm. Burada mən deyir ki, 16-dan 10-a gələndə həcmi 3 vurulmuş 2 üstə 12 bayt azalıb. Burada həcmi bilmirəm, amma burada öyrəndim ki, x minus 3 vurulmuş 2 üstə 12 bayt olmalıdır. Yəni burada mən x minus yazmalıydım. Çox üzr istəyirəm. Yenidən bu suala baxacaq. Bax, bir dəqiqə baxaq. Mən də deyirəm, bayaqdan nəsə düzgün getmədi. Baxın, Unicode-da dedi ki, həcm 16 bitdir. Bax, yazıram. 16 bitdə mən bunun həcmini bilmirəm. Amma öyrəndim ki, 10 bitə gələn zaman həcmi 3 minus 2 üstə 12 bayt azalıb. Yazıram 3 vurulmuş 2 üstə 12 bayt. Bax, burada həcmi bilmədim. Burada öyrəndim ki, bu qədər azalıb. İndi gəlin, buradan sonra çalçarpaz vurma prosesini həyata keçirək. Bax, yazacağım. 10x bit bərabərdir. 16 vurulmuş. Deməli, 16 vurulmuş x minus 3 vurulmuş 2 üstə 12 bayt. 12 bayt. Buradan cavab necə olacaq? Yazacağım. 10x bərabərdir. 16x minus 16 vurulmuş mötərizəni açıram. 3 vurulmuş 2 üstə 12 vurulmuş 2 üstə deməli 3. Niyə? Çünki bitə gətirirəm. Buradan belə eləyəcək. 6x bərabərdir. 16-nı yaza bilərəm 2 üstə 4 kimi. Bax, yazıram. 2 üstə 4 vurulmuş 3 vurulmuş 2 üstə 12 vurulmuş 2 üstə 3. Buradan da x bərabər eləyəcək. 12, 3. 15, 4 də buradan 219. 219 vurulmuş 3 bit bölünmüş 6 bitə. Bitlər ixtisar gedəcək. Burada qalacaq məxrəcdə 2. Bu eləyəcək 2 üstə 1 daha doğrusu da. Yəni 19-dan da 1 çıxanda eləyəcək 2 üstə 18. Nə? 2 üstə 18 bit. Aha. İndi uşaqlar baxın. 16 bitdə mən həcmi aldım 2 üstə 18 bit. İndi mənə deyir ki, 32 simvollu əlifbada nə qədər eləyər həcm? 32 simvollu əlifbada da n bərabər 32 olduqda i məndə 5 bit eləyir. 5 bitdə isə həcmim nə qədər eləyəcək? X eləyəcək. Buradan x-i tapmaq üçün 16 məxrəcdə 5 vurulmuş 218 surətdə. Belə yaza bilərəm bunu da. Gəlin bunu digər tərəfə gətirək bircə dəqiqə. Buradan alacağım. Deməli 5 vurulmuş 2 üstə 18 bölünmüş 16-nı da 2 üstə 4 kimi yaza bilərəm. 18-dən 4 çıxacam, qalacaq 2 üstə 14. Yəni 5 vurulmuş 2 üstə 14
bit nəticəsini əldə edəcəm. Çünki buradan artıq bitə çevirmişdim. Bax, bu isə artıq bit idi bizdə. Bizdən də həcmi byte-la istədiyinə görə bitdən byte-a keçmək üçün 2 üstü 3-ə bölməliyəm, düzdürmü? Burada eləcək 4-dən 3-ün 1, yəni 5 vurulmuş 2 üstü 11 byte nəticəsini əldə eləmiş olacaq. Cavab eləyəcək D variantı. Gəlin yenidən üzərindən keçim. Çox üzr istəyirəm. Bayaq kiçik bir yanlışlığa yol verdim. Bizdə deyir ki, 16 bitdə həcmi bilmirəm, amma öyrəndim ki, 10 bitə gələndə həcmi 3 vurulmuş 212 byte qədər azalıb. Buradan tənasib qrup. X alıram 218 bit. Daha sonra deyir ki 16 bitdə artıq cavabı aldım. Bu X aldığım cavab bunun cavabıdır da. 16 bitdə 218 bitdirsə görəsən 5 bitdə, yəni 32 simvol əlifbada nə qədərdir? X aldım buradan 5 vurulmuş 214 bit. Bitdən də byte-a gəlmək üçün, çünki bizə nə həcmi byte-la istəyir. Bölürəm 2 üstücə eləyəcək 5 vurulmuş 211 byte. Cavab olacaq B variantı. Ümid edirəm aydındır. Keçirəm növbəti suala. Doğru mülahizəmizi gəlin müəyyənləşdirək. Deməli, deyir ki, doğru mülahizələr müəyyən edək. Printer kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Xeyr, printer yox. Daxil edən qurğumuz skanerdir. Skaner. Printer əksinə xaric edir. Ona görə bir səhvdir. Monitorun üfüqi və şagili nöqtələrin sayı onun çözümlüyünü müəyyən edir. Bəli, bu doğru bir mülahizədir. Daha sonra əgər monitorun bizdə ölçüsü desəydi, o zaman diaqonal üzrə ölçü nəzərdə tutulacaqdır. Bu olacaqdı doğru bir nəticə. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvol sayı ilə ölçülür. Bəli, lazerlidə isə 1 dəqiqədə çap olunan səhifə sayı ilə ölçüləcəkdir. Monitorda piksellərin sayı nə qədər çoxdursa, görüntü o qədər keyfiyyətsiz olar. Əksinə, piksel sayı nə qədər sıx olsa, nə qədər çox olsa, keyfiyyət bir o qədər yaxşı olur. Ona görə bu da səhvdir. Klaviaturada backspace klavişi kursordan soldakı simvolu silir. Bəli, backspace solu silir. Delete isə sağdakı simvolları siləcək. Ona görə bu da doğrudur. Cavab olacaq 2, 3, yəni 1-ə 5. 2, 3, 5 cavab olacaq D variantı. Keçirəm növbəti suala. Deməli, gəlirəm bu sualın nəsə. Deyir ki, pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 MB həcmə malik olan təsvirin palitrasındakı rəng çalarını 256 dəfə azaldır. Deməli, ümumi həcm nə qədərdir? Gəlin yazaq yavaş-yavaş. 9 MB. Daha sonra deyir ki, rəng çalarının sayını 256 dəfə azaldır. Bu zaman çevirmə 6 MB azalır. Çevirmə zamanı piksellərin sayını dəyişmədiyini nəzərə alsaq, ən çox neçə rəng çalarının olduğunu müəyyən edir. Deməli, belə deyək, mən ilkin rəng çalarını bilmirəm nə qədərdir. İlkin rəng çaları nə qədərdir məndə? N bərabər 2 üstü i-dir də, belə götürək. Doğru mu? Və daha sonra deyək ki, rəng çaları 256 dəfə azalır. Yəni, N1 budursa, N2 məndə nə qədər eləyəcək? N2 bölünmüş, belə deyək də, N2 bərabərdir. 2 üstü i, yəni birinci rəng çaları 256 dəfə azalır. Bölünmüş 256. Ümid edirəm, fikrim aydındır. Buradan 2 üstü i bölünmüş 2 üstü 8 yaza bilərəm. Doğru mu? İndi daha sonra deyir ki, çevrilmə zamanı 6 MB həcm azalır. Birinci 9 MB idi. 6 MB azalırsa ikinci həcm nə qədər eləyir? 3 MB eləyir. Doğru mu? İndi mənə deyir ki, buradan i-ni müəyyən edin. Bax, birincidə biz bilirik ki, həcmə rəngin dərinliyi, yəni i təsir edir də. Birinci i-miz məndə nə qədərdir? Adi i-dir. Bax, birinci i-də həcm 9 MB-dir. Bəs ikinci i-miz nə qədər eləyəcək? i-8 eləyəcək də. Üstlər çıxılır axı burada. Burada olacaq i-8. İndi mən i-8-də isə həcmi 3 MB tapdım. Gəlin buradan tənasib quraq, görək necə alınır. Deməli, buradan eləyəcək 3 MB bərabər olmuş 9 i-8. Belə bir nəticə əldə edirəm. 3 MB bərabərdir. 9i minus 9 və 8 72. İndi buradan cavabı alacağım 6 MB, 6i üzr istəyirəm. 6i bərabərdir 72 MB-a. Buradan da mən i-ni tapmaq üçün nə edirəm? 72 MB bitə çevirib, yəni 2 üstü 23-ə vurub 6-ya bölürəm. 6 ilə 72 gedəcək, qalacaq mənim üçün 12, bircə dəqiqə. Deməli, buradan aldım 12 vurulmuş 2 üstü 23. Nə? Bit. Bizdən isə deməli, buradan rəng çalarını istəyir. Tamam o zaman. Buradan rəng dərinliyi bizə belə bir nəticə verdi. Gəlin, baxaq, görək, düzgünmü yazdıq. Deməli, i bizdə elədi 9 MB. i-8 bizdə elədi 3 MB. Buradan isə 9 dəfə, 9 minus, bircə dəqiqə, 9 i-8, tamam. 9 və 8, 72, 3 MB. Buradan 9-dan 3 çıxacaq. Bərabər 6 MB bərabər 72, 6i bərabər 72 MB, 72 vurulmuş 2 üstü 23 bit bölünmüş 6-ya. 12 vurulmuş 2 üstü 23 bit eləyir. 12-ni də mən necə yaza bilərəm burada? 2 üstü 6 vurulmuş 2 kimi yaza bilərəm.
ya da 4 vurulmuş 3 kimi yazası olsam 225 bit eləyəcək burada. Aha, tamam. Gəlin yenidən baxaq. Bircə dəqiqə ola bilsin, nədirsə səhvə yol verdim. Gəlin yenidən baxın. Deməli, digər səhvəyə alın bunu. Görək burada necə bir proses getdi. Gəlin yenidən üzərindən keçək. Aha, indi deməli bizə yenidən baxaq. Deyir ki, N1-i mən bilmirəm. N1 bərabərdir 2 üstü i'dir. Doğru mu? Daha sonra deyir ki, bu 256 dəfə azalır. Yəni N2 nəyə bərabər olacaq? N1 bölünmüş 256-ya da, düzdür? N1 məndə 2 üstü i'dir. 256 da 2 üstü 8-dir. Buradan rəngin dərinliyi i olur. Buradan da rəngin dərinliyi i minus 8 olur. Daha sonra deyir ki, buradan bura gələn zaman, yəni i'dən i minus 8-ə gələn zaman həcm 6 megabayt azalır. Əvvəl 9 megabayt idi. Daha sonra 6 megabayt azalırsa nə qədərə düşür? 3 megabayta düşür də. Buradan neçə eləyəcək? Yazıram 3i bərabər eləyəcək 9i minus 8-ə. Belə bir yazılış olacaq, düzdürmü? 3i bərabər eləyəcək 9i minus 72-yə. Bu da megabaytlandır, bunu da vurğulayım. Bunu sonra bitə gətirməliyəm mən. Buradan eləyəcək deməli 6i bərabər 72 megabayta. I buradan eləyəcək 72 megabaytdan bitə gətirəsi olsam, vuracam nəyə? 2 üstü 23-ə. Təzdən elə qaytararam. Bölünmüş 6-ya. Burada eləyəcək 12. Aha, burada 12 vurulmuş 2 üstü 23 alınır. 23. Bunu təzdən megabayta qaytarası olsam, təzdən 223-ə bölməliyim. Elə nahaq onun çevirməsində eyb yoxdur. Burada eləyəcək i olacaq 12. Doğru mu? I 12-dirsə bizdə. O zaman n neçə eləyəcək? 2 üstü 12. Deməli, rəng çaları maksimum rəng olacaq 212, yəni D variantı. Başqa sözlə 4096. Əslində düzgün getmişdim bayaqki hissədə də. Elə hədə burada da düzgün getmişəm. 12 almışam. Prosta burada hədə var da. D bərabər 212. Bəli. D variantı daha doğrusu eləcək 4096. Cavabımız eləcək D variantı. Keçirəm növbəti sual nümunəmizə. Buranı bir dənə pozum mən. Bir dəqiqə. Bu sualda bizdən xidməti klavişləri istəyir. Deməli, F3, F1, F-lər bizdə funksional klavişlər idi. Home and, yazım olar hətta. Home and, page up, bir səhifə yuxarı, page down, bir səhifə aşağı. Home and sənədin son sənədin əvvəlidir. Page up, page down, bir səhifə yuxarı, bir səhifə aşağı. Bir də bu oxlar var idi bizdə. Bunlar kursorun idarə klavişləri idi və xidməti klavişlər ESC-dir, Alt-dır, Insert-dir. Cavab olacaq 2, 3, 6. C variantı. Keçək növbəti suala. Müəyyən bir kodlaşdırmada hər bir simvol 16 bit yer tutur. Aha. Bir simvolum, i bitim məndə 16 bitdir. Hər hansı bir kodlaşdırmaqdır. Bir piksel, bir simvol 16 bitdir. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Tamam. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Gəlin bunu digər səhifədə yazarın yaxşıdır. Deməli, bizə nə deyir? Hissə-hissə gedək. Deməli, yazıram. I bizdə burada 16 bitdir. Mənə 4 dənə səhifə verilir. Bu birinci səhifəm olsun. Bu ikinci səhifəm olsun. Bu üçüncü səhifəmiz olsun. Bir də bu da olsun dördüncü səhifəmiz. İndi bizə nə deyir? Deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Aha. Misal üçün, bu x-dırsa, bu özündən sonra gələn səhifədən 3 dəfə az olması üçün bu olmalıdır 3x. Bu da özündən sonra gələndən 3 dəfə az olması üçün bu olmalıdır 9x, bu isə olmalıdır 27x. Hərəsi özündən sonra gələndən 3 dəfə az olmalıdır. Və bunların cəmi məndə nə qədərdir? 6400 bayt. Bu bərabər 6400 bayta. Aha, buradan mən hər səhifədə olan informasiya həcmini müəyyənləşdirə bilərəm. Deməli, mən bunları cəmləyəcəm. Olacaq x plus 3x plus 9x plus 27x bərabər 6400 bayta. Aha. Buradan 9x eləyəcək 10x, 27 3 eləyəcək 30. Bu eləyəcək 40x. Deməli, 40x bərabər 6400 bayt. Ümid edirəm, doğru gedirəm. Deməli, aha, buradan x bərabər eləyəcək. 6400-ü x tapmaq üçün hasil məlum vurğa böləcək. Böləcək 40-a. Bunlar gedəcək, qalacaq bizdə nə qədər? 16, yəni 160. 160 bayt həcmi əldə eləmiş olacaq. Ümid edirəm, aydınlı fikrim. Bax, buradan x-dan aldıq 160 bayt. İndi bizə deyir ki, birinci və üçüncü səhifədə olan simvol sayını müəyyənləşdirin. Baxın, gəlin bir hissə yazaq. Bax, birinci səhifədə informasiyamızın həcmi nə qədər eləyir? 160 bayt.
Doğrumu? Bax, x aldıq 160 bayt. Bu durumda ikinci səhifə nə qədər eləyəcək? 160 vurulsun 3, yəni 3x idi də. Deməli 3 vurulmuş 160 eləyəcək. Doğrumu? 3 16 eləyəcək 48. Yəni 480 bayt. Və ikinci səhifə, bir də üçüncü səhifə əsas mənə lazımdır. Üçüncü səhifə nə qədər eləyəcək? 160 vurulsun və burada 9 vurulmuş 160-dır da. Yəni elə birbaşa bura yazım 2 dəqiqə. Bax bu 9 vurulmuş 160-dır. Burada nə qədər eləyəcək? Eləyəcək 1440 bayt və son olaraq dördüncü bizə lazımdır, heç lazım deyil, eyb qalsın. İndi bizdən nə verilir? Həcmlərimizi tapdıq. Bir simvolumuzun həcmi də var. Simvol sayını müəyyənləşdirməliyik. Başlayaq birinci səhifədən. Simvol sayını necə tapırıq? Metod düsturumuz necə idi? Simvol sayı vurulmuş i bit bərabər həcm idi. Doğrumu? Buradan simvol sayını necə tapacağım? Həcmi i bitə böləcəm. Birincinin i biti nə qədər? Ümumiyyətlə i bit hamısında standartdır da. I bizdə 16 bitdir. Həcmimiz nə qədərdir? Birincidə həcmimiz oldu 160 bayt. Mən buradan simvol sayını tapa bilərəm. Simvol sayı bərabərdir. Həcm bölünmüş i bitə. 160 baytla verilir. Bitə çevirmək üçün vuraram 8-ə. Bit bölünmüş 16 bitə. Bitlər gedəcək, bunlar gedəcək, qalacaq 2 də 16 ilə də gedəcək, qalacaq deməli 80. Deməli birinci səhifədə 80 simvol var. Gəlirəm üçüncü səhifəyə. Məndən bir də üçüncü səhifəni istəyir. Üçüncü səhifədə həcmim 1440 bayt idi. Həcmi yazıram 1440 bayt. i bitim nə qədərdir? 16 bitdi. İndi buradan mən yenə simvolların sayını tapası olsam, 1440 baytla verilir bizə. Bax, buradan cavab almışam baytla. Çünki 160 bizdə baytla idi. Baytdan da bitə gəlmək üçün 2 üstü 3-ə, yəni 8 bitə vuracam. Böləcəm nəyə? 16 idi də, bəli, bir simvolun həcmi 16 bit idi. Böləcəm 16 bitə. Aha, buradan deməli bitlər gedəcək, bunlar gedəcək, məxrəcdə qalacaq 2. 144-ü də 2-yə böləsə olsaq, eləyəcək 70 neçə idi bizdə? 72. Deməli, buradan bu gedəndə 72 qalanda 0 da buradan eləyəcək 720. Deməli, birinci səhifədə 80, ikinci səhifədə 720 dənə simvol olmuş olacaq. Cavab eləyəcək D variantı. Bu da getdi, keçək növbəti suala. Burada olacağımız D variantı. Daha sonra, bu sualı atlamışam, çox üzr istəyirəm. Gəlin bu suala baxaq. Deməli, deyir ki, bir tam dolu diskdən 2 ədəd 3 megabaytlıq şəkil faylı silinir. Baxın, bir şəkil faylın həcmi nə qədərdir? 3 megabayt, doğrumu? 2 ədəd 3 megabaytlıq şəkil faylı silinibsə, deməli 3 megabaytdan 2 dənə silinib də. Yəni toplam müştərəki 6 megabaytlıq şəkil silinib. Daha sonra 5 ədəd 4 megabaytlıq video faylı silinib. Video faylın birinin həcmi 4 megabaytdırsa, 5 ədəd nə qədər eləyəcək? 4 dəfə 5 20 megabayt. 20 megabaytda video silinib və 3 ədəd eyni ölçülü mətn faylı silinib. Aha. Mətn faylının həcmini bilmirəm. O zaman 3x yazım. Bundan da 3x silinib və daha sonra 2 ədəd 4 megabaytlıq qrafiki fayl yazılıb. Yəni üzərinə gəlinmiş, yazılıbsa deməli üzərinə gəlib də. Bir dənə qrafiki faylın ölçüsü 4 megabaytsa və bundan 2 ədəd yazılıbsa, deməli toplam 4 dəfə 8 megabaytlıq qrafiki fayl yazılıb. Və diskdə 33 megabayt boş yer qalıb. Bunun nəticəsi 33 megabayt olub. Aha. Və bir mətn faylının informasiya həcmi megabaytla istəyir. Baxaq. Deməli, burada bir nüansı atlamışıq. Məsələ nədir? Bizə deyir ki, boş yerin nə qədərdir də? Yəni, əgər diskdən müəyyən qədər fayl silinibsə, deməli boş yer artıb. Əlavə olunubsa, deməli boş yer azalıb. Bu məntiqə əsasən bu 3 dəfə ki 6 megabayt elə bilin ki, əlavə olunub. Bu durumda əlavə olunubsa, biz bunu necə deyim sizə? Silinib, özür istəyirəm, silinibsə deməli əlavə olunub da, bəli. 6 megabayt üzərinə gəlinmiş 5 dəfə 4 20 megabayt, üzərinə gəlinmiş 3 ədəd eyni ölçülü mətn faylını bilmirəm. Aha, 3x və bu qədər yazılıb. Baxın, elə bil ki, boş yerdir. Bax, belə izah edeyim də sizə. Boş yerdir bizdə, düzdürmü? Buradan əgər mən müəyyən qədər fayl əlavə edirəmsə, boş yerin həcmini azaltmış oluram. Doğrumu? Amma fayl buradan silirəmsə artıq, deməli boş yerin həcmini artırmış oluram. Ona əsasən plus minusu bu formada yazmalıyam mən. 3x buradan üzərinə gəlinmiş və fayl yazılıb. Aha, yazılıbsa artıq, deməli boş yer azalıb. Yəni buradan çıxıram. Nə qədər? 2 ədəd 4 megabayt, 4 dəfə eləyəcək 8 megabayt. Və bunun nəticəsi məndə 33 megabayt eləyib. 6, 26 eləyəcək, 8 çıxanda eləyəcək 16. Yəni 3x plus, daha doğrusu, deməli 26, 26-dan 8 çıxmalı. Yox, üzr istəyirəm, 16 eləyir də, hə, düz deyirəm. 18, üzr istəyirəm, 16 nə idi? Deməli, elədi 18, bərabər eləyəcək 33 megabayta. Buradan 3x bərabər eləyəcək 15, x də bərabər eləyəcək 3. Aha, 3 megabayt. Deməli, bircə dənəsinin həcmi 3 megabaytdır, 3 dənəsinin həcmi 3 dəfə 9 megabayt olacaq. Bizdən birinin həcmini soruşur, cavab eləyəcək
Y variantı. Çox üzr istəyirəm, bu arada qalıbdır. Tamam. Bu suala da baxdıq. Tamam, o zaman keçirəm növbəti sual nümunəsinə. Qraflara aid belə bir sual nümunəsi verilibdir. Deyir ki, əlaqəni göstərən qraf və cədvəl verilmişdir. Cədvəldəki nömrələnmə qrafdakı adlanma ilə üst-üstə düşmür. Aydın məsələdir. A və G şəhərlərinə uyğun gələn nömrələri müəyyən edin. Ulduz işarəsi məntəqələr arasında əlaqəni olduğunu bildirir. Yəni bir növ əlaqələri biz birlərlə göstəririk də. Burada ulduzla göstərib ev yoxdur. Biz bunları bir kimi qəbul etməliyik. Yəni bunlar arasında əlaqə mövcuddur. İndi gəlin qrafımıza baxaq görək hansı qrafın hansı rəqəmlərinə hansı hərflər uyğun gələr. Bax gəlin buradan başlayaq. B təpəsinə hardan yol var? 1, 2, 3, 4, 5 yolu var B təpəsinin. Deməli bir dənə təpəm var ki, bir B təpəsi var ki, ora 5 yol var. Aha. Mən o zaman 5 yollu hansı təpəni görürəm burada? Bax 4 təpəsini. Deməli 4 olacaq B təpəsi. Bax yazıram buradan B təpəsi. Bizə nəyi soruşur burada tam olaraq? Üst-üstə düşmür. A, G şəhərlərinə uyğun gələn nömrələri müəyyən edin. Tamam, A və G şəhərlərini istəyir. B-ni tapdım 4. İndi bizə digər təpələr lazımdır. A və G. Bax, C və Y də ikili təpədir. D bizdə üçlü təpədir. Tamam. Yəni 3 qonşusu var. Y-nin bizdə 2 qonşusu var. A və G-nin hərəsinin 2 qonşuları var. Aha, tamam o zaman. Deməli biz burada üçlü qonşunu aydın məsələ tapa biləcəyik də. Üçlü bir dənədir. Deməli D olacaq. Üçlü burada hansıdır? Üçlü burada 2-dir. Deməli 2 olacaq D. Davam edirəm. Aha, deməli D-nin ikili təpələrə yolu var. Bizdən A və G-ni istəyir. Bax, D-nin əlaqəli olduğu ikili təpə A və G ola bilməz. Gəlin onda o ikisini çıxaq. Bax, D-nin əlaqəli olduğu təpənin biri 1-dir. Bu deməli bu 1 ya olacaq C ya da olacaq Y. Düzdürmü? A və G bu ola bilməz. Bax, 1-i çıxıram. Bir də D-nin əlaqəli olduğu təpənin biri 4-dür. 4 neçəlidir? 4B-dir. Yox. Bir də 6-dır. Deməli, bax, bu da 6-nı da çıxıram buradan. Çünki 1 və 6 C, Y olacaq. A və G ola bilməz. Çünki A ilə G-nin əlaqəsi ancaq bir-birinlə və 5-li təpə iləndir. Üçlü təpə ilə əlaqəsi yoxdur. D ilə əlaqəsi olan üçlü təpənin digəri hansı olacaq? Biri 1-dir, çıxdım. Biri 2-dir. 2-yə baxıram. Üçlü təpə, aha. Bu üçlü təpənin mənə ikili təpə lazımdır, üzr istəyirəm. 3. Üçlü ikili təpədir. Aha, biri 4, 5-dir. Deməli, bunun biri olacaq A, biri olacaq G. Deməli, 3 ola bilər A və ya G. Bir də o bir hansıdır məndə? 3-dən sonra gəlir 5. 5 də, bəli, bu da ikili təpədir. Deməli, bu A da AG ola bilər. Və digəri isə bunun əlaqəli olduğu 6-dır. 6 ikili təpədir, dedik, bu ola bilməyəcək. Deməli, A və G şəhərinin nömrəsi 3, 5 olacaq. Yəni, hansına uyğun deyil, hələ ki bilmirik. Amma buradan aydın məsələdir, görsənir də. 1 ilə 6-nın çıxsa, ikili təpələri. Bu ikili təpələr biri C-dir, biri Y-dir, hər hansı biri. Bunları çıxsa, yerdə A, G qalır. A, G də olacaq bizim, biri 3 aid olacaq, biri də 5 aid olacaq. Cavab olacaq C variantı. İkili say sistemində ədədin cəminin doğru olması üçün boş xanalara yazılacaq simvolları müəyyən edib, həmin simvolların ardıcıllığını əmələ gətirdiyi ikili ədədi 16-ğa çevirək. Deməli, 1 ilə 1 0 olub bir yadda. 1, 1, 2, bir də buradan 3. 3-dən çıxıblar bir dənə 2-ni, 1 yazıblar bir yadda. Aha, 1 ilə 0-dan 0 alıblar. Gəlin baxaq, bax, buradan 1 ilə 1 eləyib 0. 1 yazıblar, deməli 0 olub da 2. Elədir ki, 2-dən bir dənə 2 çıxıram, 0 yazaram bir yadda. 1, 1 eləyib 2, bir də buradan eləyib 3. 3-dən bir dənə 2 çıxmalıyam, 1 yazmalıyam, 1 yadda qalsın. Aha, 1 yadda qalır, 1 ilə həmin o 1. Prosta burada 0 var, bu necə olacaq? Gəlin baxaq. Gəlin bunu digər səhifəyə atma, amma ehtiyac yoxdur. Gəlin elə burada yazaq. Bax, bircə dəqiqə, yenidən üzərindən keçeyim. Deməli, 1 ilə 1 toplayıblar, 2 yazıblar. 2-dən bir dənə 2 çıxıram, 0 yazaram, 1 yadda. Bu 1 yaddadır. 1, 1 eləyib 2, bir də buradan eləyib 3. 3-dən çıxaram bir dənə 2-ni, 1 yazaram, 1 yadımdadır. Daha sonra, burada 1 ilə 0 toplayıb 0 yazıblar. Axı, burada bir boş xana yoxdur. Əgər bunu biz, belə də, 1 qəbul edəsək, yox, üzr istəyirəm. Bilirsiniz necə? 1 buradadır, bir də yadımdaydı axı 2. Düzdürmü? 2 ilə 0-ı toplayıblar, alıblar 2. 2-dən də bir dənə 2-ni çıxıblar, 0 yazıblar, 1 burada yadda qalıb. Aha, burada da 0 olması üçün burada da bir dənə 1 olmalıdır ki, 1 ilə 1 yenə 2 eləsin. 2-dən bir dənə 2 çıxar, 0 yazaq, 1 yadda qalsın. 1 burada yenə yadda qalmalıdır və burada bir dənə 1 yadda qalmalıdır yenə. Və buradan yenə 0 olub. O zaman bura 0 olsun. Niyə? Çünki bax, 1 yadda qalıb, bir də buradan 2 eləyirmi? 2-dən bir dənə 2 çıxar ki, 0 yazaq, yenə 1 yadda qalsın. Aha, buradan yenə 0 olub. O zaman bu da 1 olsun. 1, 1, üzrürsəm 0 olsun. Çünki 1 yadda qalıb. 1, 1, 2, 0 yazaq, 1 yadda. Daha sonra, aha, deməli, yenə buradan 1 yadda qalıb, düzdürmü? 0-dan yenə 0 olub burada. Bircə dəqiqə dəqiqləşdirim. Deməli,
Deməli, buradan 1 yadımdadır. Burada 1 olmalıdır ki, 1 ilə 0 eləsin 1, bir də yadımda eləsin 2. 2-dən 1 dənə 2 çıxım 0 yazsın 1 yadda. Daha sonra 1 eləsin 2. Aha. Bir də yadda deyiləcək 3. 3-dən 1 dənə 2 çıxarım, 1 yazarım. 1 yadda 1 də ataram əvvəlinə. Bəli, belə bir nəticə olacaq. İndi bizə nə deyir? Aldığım cavablar da bu formada. Deyir ki, həmin simvollar ardıcıllığını əmələ gətirdi ikili ədəd. Deməli, bu simvollar ardıcıllığına söhbət gedir. Yazacağam 1. Buradakı nə aldım buradan? 1, 0, 0, 1, 0, 1, 1. Bu ədədi ikilidən gətirməliyəm 16-lıq say sisteminə. Doğrumu? İkili ədədi 16-lıq say sistemində ifadə edin. Tamam, ifadə eləyək. 16-lığa çevirmək üçün nə edirəm? 4 parçalamalıyam da. Bu eləyəcək 8, 4, 2, 1. 8, 2, 10, 11. Bu eləyəcək B. Bunu da 4, 4 bələş olsam 8, 4, 2, 1. Bu da eləyəcək 8, 4, 12. Bu da eləyəcək C. Cavab olmalıdır C, B. Gəlin baxaq. Üzr istəyirəm. Burada sırf bunu istəyir bizdən. Baba, sırf bu simvollar ardıcıllığını istəyir. Yəni bizim tapdığımız rəqəmləri. Yəni 1, 0, 0, 1 istəyir. Mən elə bildim ümumi rəqəm istəyir. Yox, çox üzr istəyirəm. 1, 0, 0, 1 istəyir. İkili say sistemindən gətirməliyəm 16-lığa. 8, 4, 2, 1 qaydasına əsasən 8 buradan, bir də buradan eləyəcək 9. Cavab eləyəcək 9. B variantı. Ümid edirəm fikrim aydındır. Burada sadəcə olaraq bizdən nə istədi? Deməli, bu simvollar ardıcıllığının nəticəsində 16 say sistemi istədi. Yəni cavab eləyəcək 9B variantı. Keçirəm növbəti suala. Onluq say sistemində verilmiş belə bir ədəddə 16-lı ifadə eləməyimiz istəyir. Yenə müxtəsər formada düsturu işimizə yarayacaq. 516-nın kvadratı ədədini mən necə yaza bilərəm? 512 plus 4 kimi yaza bilərəm. Düzdürmü? Mötərizənin kvadratı. Buraya eləyəcək 512-nin kvadratı. Üzərinə gəlinmiş 2 vurulmuş 512 vurulmuş 4. Üzərinə gəlinmiş 4-ün kvadratı. 512-nin kvadratını yazaram belə. 2 üstü 9-un üzəri 2, üzərinə gəlinmiş 2 vurulmuş 2 üstü 9, vurulmuş 2 üstü 2, 2 üstü 9, 512, 2 üstü 2, 4, 2 də buradakı 2 də. Plus 4-ün kvadratını da 2 üstü 2 mötərizənin üstə kvadrat kimi yaza bilərəm. Birinci eləyəcək 2 üstü 18, 9 da 2. Üzərinə gəlmiş. İkinci eləyəcək 12, 2 üstü 12. Üzərinə gəlmiş. Bu da eləyəcək 2 də 2, 4. Daha sonra, bunu 16-lıqda ifadə eləməyimizi istəyir. 16-lıqda deyirsə 2 üstü 4-ü ayırmalıyam. Birinci 2 üstü 18-dən başlayıram. 2 üstü 4-ü ayırmaq üçün nə edirəm burada? 2 üstü 4-ün üzəri 4 dəfə 4, 16, 4 dəfə 5, 20. Tamam, 4 dəfə 4, 16 kimi yazacağım. Burada 2 üstü 2. Yəni 4 dəfə 4, 16, 2 də buradan 2 üstü 18-i verir. Bu olacaq 2 yanında 4 dənə 0. 1, 2, 3, 4 dənə 0 eləyəcək. 2 üstü 12-ni yazıram indi. 2 üstü 12 ədədini necə yazacağam? 2 üstü 4-ün üzəri 3 kimi yaza bilərəm. Bu eləyəcək 1 yanında 3 dənə 0. Daha sonra 2 üstü 4 də elə olduğu kimi qalacaq. Burada da 2 üstü 4-ü də olduğu kimi yazıram. Bu da 1 yanında 4 dənə 0 deməkdir. İndi bu ədədləri yazacağam. Gəlin görək, düzmü getdik, bircə dəqiqə. Deməli, 2 üstü 512, 2 dəfə 9, 18 eləyəcək. 4 dəfə 4, 16, 6, 2, 8, 18. 4, üzr istəyirəm, bu 2-nin kvadratıdır, bu 4-dür. Çox üzr istəyirəm, bu 4-dür. Tamam, indi davam edək. 4 yanında 1, 2, 3, 4 dənə 0 eləyəcək. Üzərinə gəlinmiş 1, 2, 3 dənə 0, 1 və gəlin elə birinci böyük rəqəm yazaq da, bircə dəqiqə. Buradan 4 dənə 0 yazaq. 1, 2, 3, 4 dənə 0, 1. Bircə dəqiqə görüm. Burada 2 üstü 4. Elə bu 16 eləyir. 2 üstü 4 ayırma. 2 üstü 4-ün üstü 1 kimi yazırsan da. Üzr bu çox üzr istəyirəm. Mən niyə belə yazdım bunu? 2 üstü 4 özü 16-nı verir də. 16, 16 say sistemindən heç ifadə olunur. 16-nı 16-ya verilir. Bir dəfə 16, 16, 0. 1, 0 eləyəcək. Yəni bir yanında bir dənə 0 eləyəcək. Elə bilin ki, əmsal yoxdur. Qüvvət də bir daxil. Burada 10 eləməlidir. Çox üzr istəyirəm. Mən burada artıq yolundan yəqin yanlışlığa yol verdim. Deməli 1, 2, 3 dənə 0, 1 bunun qiymətidir. 10 da bunun qiymətidir. 0, 1, 0, 1, 4. 41, 0, 1. 41, 0, 1, 0. Cavab eləyəcək C variantı. Daha sonra davam edirəm növbəti sual nümunəmizlə. Deməli, bircə dəqiqə. Gələrəm qrafa. Matrisdəki sıfırların sayının, birlərin sayının neçə vahid çox olduğunu müəyyən edin. Tamamdır. Deməli, neçə dənə təpəmiz var bizim? 1, 2, 3, 4, 5, 6 təpə var. Burada birlərin sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz də bilirik ki, tillərin sayını 2-yə vuranda birlərin sayı edir. Doğru mu? Til sayını vuranda 2-yə, məndə birlərin sayı edir. Birlərin sayı. Til sayı nə qədər elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8 elədi. 2-yə vuranda eləyəcək 16. Deməli, 16 dənə 1 var.
dənə 1 var. 16 1 varsa, ümumi neçə təbədir? 1, 2, 3, 4, 5, 6 təbədir. 6-nın kvadratı eləcə 36. 36-dan əgər 16-sı birlərin sayıdırsa, yerdə nə qədər qalacaq? Yerdə qalacaq 20 dənə sıfırların sayı. Bizə deyir ki, sıfırların sayını birlərin sayından neçə vahid çox olduğunu müəyyənləşdirin. Bu sıfırlardır, bu da birlərdir. 20 də 16-dan nə qədər çoxdur? 4 vahid çoxdur. Cavab verəcək C variantı. Qrafdakı dövrələrin sayını tapaq. Tamamdır. Deməli, birinci dövrəmiz olsun ümumi dövrə. A, F, Y, D, C, B, A. Ən böyük dövrədə, yəni ümumi. İkinci olsun A, F, Y, A. Və A, F, Y, A. Və bura. Üçüncü olsun A, F, Y, B, A. A, F, E, B, A. Daha sonra olsun A, Y, B, A. Daha sonra B, Y, C, D, B olsun. B, E, C, D, B olsun. 1, 2, 3, 4, 5 dənəsini tapdıq. Davam edək, görə tapa bilirik başqa. Deməli, biz də bunu götürə bilərik. A, B, C, D, Y, A. Bax, bunu da götürsəm. A, B, C, D, Y, A. Bunu da götürə bilərəm. Daha sonra hansı qalır məndə? 2, 4, 6 dənəsini tapdıq. Görək yenə varmı? Deməli, bunu götürdük. Bunu götürdük. A, Y, B, A-nı götürdükmü? A, Y, B, A-nı götürdük. Bəli. A, F, Y, A. A, F, Y, A-nı götürdük. Ümumi hamısını götürdük. A, F, Y, B, A. A, F, Y, B, A. Aha, bu ikisini bir götürdük. Gəlin indi bu ikisini də bir götürək. A, Y, D, S, B, A. A, Y, D, S, B, A. Və ya A, B, S, D, Y, A. Bunu da götürmüşük. Tamam, o zaman başqa hansı dövrə var burada? Deməli, başqa hansı var burada? A, F, Y, B, A. A, F, Y, B, A götürmüşük. Aydın məsələdir. C ilə getməyəcək burada. B, Y, F, A, B. Bu ilə A, F, Y, B-dir də. A, F, Y, B, A-dır. Hə, elə bunu götürmüşük. Başqa hansı dövrə var? Deməli, başqa hansını götürə bilərəm? F ilə başlayası olsaq. Böyle eyni şey çıxır da. Bunu götürdük, bunu götürdük, bunu götürdük. Bu ikisini bir götürdük, bu ikisini bir götürdük. Doğru mu? 1, 2, 3 buradan, 4 buradan, 5 də buradan. Ümumi də 6 da. Bəli, 6 olacaq A variantı. İndi bura baxırıq. 2056 onluq say sistemində 8-ci say sistemindəki təsvirindəki sıfırların sayı 16-lıqdakı sıfırların sayından nə qədər çoxdur? Deməli, 2056-nın kvadratı ədədini mən həm 8-liyə gətirməliyəm, həm 16-lığa. Gəlin birinci bu ədədi yenə müxtəsər rüma düsturuna gətirək. Yəni 2056 necə yazaram? 2048 üzərinə gəlinmiş nə qədər yaza bilərəm bunu? 8 qədər yaza bilərəm. Bu mötərizənin kvadratı bərabərdir. Bu dəfə birbaşa yazaq. 211-in kvadratı yazaraq bunu üzərinə gəlinmiş. Birincinin ikinci hasilinin 2 misli. 2048 211-dir. 2-ni yazıram. Vurulmuş 2048, yəni 211, vurulmuş 8, yəni 203. Plus 8-in kvadratını da yazarım. 203-ün üzəri 2. Bu 211-in kvadratıdır bu arada. Bu da 203-ün kvadratıdır. İndi davam edirəm. Əvvəlcə gəlin bunu gətirək 16-lığa. Ümumiyyətlə gəlin bunu açaq. Bax 2 üstü birinci eləyəcək 22, üzərinə gəlinmiş 2 üstü 11, 3, 14, 15. 2 üstü 15 üzərinə gəlinmiş 2 üstü 3 dəfə eləyəcək 6. İndi bu ədədi bir dəfə 8-li, bir dəfə 16-lığa gətirək. 16-lığa gətirəsi olsaq 2 üstü 22-dən 16-nı necə ayırıram? Yəni 2 üstü 4-ə. 2 üstü 4-ün üzəri 4 dəfə 6, 24, 4 dəfə 5, 20 vurulmuş 2 üstü 2 kimi yaza bilərəm. 2 buradan, 20 də buradan. Əla. Bu 4 yanında 5 0 deməkdir. 215-i yazaram. 215-i 2 üstü 4 kimi. 2 üstü 4-ün üzəri 3 vurulmuş 2 üstü 2 kimi. 4 dəfə 12, 2 üstü 3 kimi. 4 dəfə 12, 3 də buradan 15. Bəli, bu 8 yanında 3 0 verir mənə. 2 üstü 4 ayırsam. Bir də ki, 2 üstü 6-nı. 2 üstü 6-dan 2 üstü 4-ü necə ayıraram? 2 üstü 4-ün üzəri elə 1 yazaram. Vurulmuş 2 üstü 2 yazaram. 4 dəfə 2 hə də 4, 2 də buradan 6. Tamam o zaman. 4 yanında 1 0 verir bu mənə. Bunların cəmi məndə nə qədər eləyəcək? 4 yanında deməli 1, 2, 3, 4, 5 dənə sıfırın üzərinə gələrəm. 3 dənə sıfır yanında 8-i və 4 sıfıra. Cavab eləyəcək 0, 4, 0, 8, 0, 4. Belə bir cavab alınır. İndi gəlin bunu 16-lığa 2-liyə gətirək. Aha. 16-lığa yox, daha doğrusu 2-liyə gətirək. 2-liyə gətirəsi, 2-liyə yox, 8-liyə üzr istəyirəm. 8-liyə gətirəsi olsaq nə edirik? Bax, bu ədəddən 222-dən 2 üstü 3 ayırıram.
2 üstü 3 üzəri 222 necə yaza bilərəm? 2 üstü 3, 3 dəfə 7, 21 vurulmuş 2 üstü 1 kimi yaza bilərəm. Bu 2 yanında 1, 2, 3, 4, 5, 6, 7 sıfır deməkdir. 2 üstü 15-i 2 üstü 3 kimi yazaram. 2 üstü 3-ün üzəri 5 kimi. Bu da 1 yanında 5 sıfır deməkdir. Elə buradan birbaşa yazaq. 3, 4, 5. Gözüm qamaşdı artıq bir dəqiqə. Düzmü yazdım? Deyəsən düz yazdım. Daha sonra bir yanında 5 sıfır bu deməkdir. Və 2 üstü 6-nı da 2 üstü 3 kimi necə yazacağam? 2 üstü 3-ün üstü 2 kimi. 3 dəfə eləyəcək 6. Bu da bir yanında 2 dənə 0 deməkdir. Yazıram bir yanında 2 dənə 0. Bunu da cəmləyəndə 0, 0, 1, 2 dənə 0 qalır deyəsən arada. 1, 0, 2. Belə bir ədəd alıram. İndi bizə nə deyir? Deyir ki, 16-lıq say sistemindəki sıfırların sayı buradakı sıfırlardan nə qədər çoxdur? Burada 3 dənə 0 var 16-lıqda. Burada da 1, 2, 3, 4, 5 dənə 0 var. 5-dən 3 çıxaram 2. 2 vahid çox olacaq. Cavab verəcək A variantı. Davam edək növbəti sual nümunəsi ilə. Aha, belə bir sual nümunəsi verilib. 8-ci say sistemini ifadə edir. Əvvəlcə bunu ikiliyə gətirək. Bax, ikili say sistemində necə bir ədəd yazılıb ki, belə bir cavab alınıb. Deməli, 2 üstü 0-dan istifadə olunub, 2 üstü 1-dən istifadə olunub, 2 üstü 2-dən, 2 üstü 3-dən, 2 üstü 4-dən, 2 üstü 5-dən istifadə olunmayıb, yerinə 0 yazaq. 2 üstü 6-dan istifadə olunub, 2 üstü 7-dən, 2 üstü 8-dən, 2 üstü 9-dan, 2 üstü 10-dan. Aha, deməli, 1, 1, 1, yenə 1, 3, 2, 5 dənə 1 olur. Bir də 1, 0, 5 dənə də 1 burada. 3, 4, 5 dənə 1. İkili say sistemindən gətirəcəm bunu 8-li say sisteminə. 300 parçalayası olsam, 4, 2, 1 qaydasına əsasən 7 eləyəcək burada. Bircə də gördünüzmü? Böldüm. Aha, 4, 2, 1-ə əsasən 3 eləyəcək burada. Yenə 4, 2, 1-ə əsasən 7 burada. Yenə 4, 2, 1-ə əsasən 3 burada. 3737 ədədi alınmış olacaq. Cavab verəcək A variantı. İfadəni kilobaytla müəyyənləşdirək. Aha, 10 megabayta kilobayta gətirmək üçün nə edirəm? Böyüdən kiçiyə gəlirəmsə vuracam 2 üstü 10-a, yəni 1024-ə. 10 da 1024-ə vuranda eləyəcək 10240. Üzərinə gəlinmiş. Baytdan kilobayta keçirəmsə nə edirəm? Kiçikdən böyük keçirəmsə bölürəm. Nəyə? 2 üstü 10-a. 8192 özü 2 üstü 13 deməkdir. Bunu da 2 üstü 10-a böləndə düşəcək 2 üstü 3, yəni 8. Üzərinə gəlirəm 8-i. 3 kilobayt elə kilobaytda qalsın. 222 baytı da yenə kilobayta gətirəndə 2 üstü 10-a bölməliyəm. Bu da məndə nə qədər eləyəcək? 2 üstü elə bil ki 22-ni böləcəm 2 üstü 10-a, eləyəcək 2 üstü 12, o da eləyəcək 4096. Doğru mu? 803 eləyəcək buradan 11, elə bunu belə yazım. 4096-nı burada yazım, bax burada 4096, buradan da 11 yazım. 8 üçün cəmliyən. Aha, burada necə eləyəcək? 6, 1 eləyəcək 7, 14, 1 yadda 2, 3, 4, 1. 14347 ədədi alınmış olacaq. Cavab edəcək B variantı. 10'luq say sisteminə verilmiş 8 üstü 6 minus 3 ifadəsinin 8-li say sisteminə çevrilməsindən alınan ədədin ilk və son rəqəmlərinin cəmini 8-li say sistemində ifadə edin. Aha, deməli 10'luq say sisteminə verilmiş ədəd neçədir? 8 üstü 6 çıxılmış 3. Biz bu ədədi 8-li say sisteminə çevirməliyik. Bu ədəd 10'luqda da gətirməliyəm 8-li say sisteminə. Gəlin yazaq. Bax 8 üstü 6-nı hissə-hissə gedək də. 8-li say sisteminə necə gətirərəm? 2 üstü 3-ün üzəri əvvəlcə 1 yazaram 6, eləyəcək 2 üstü 3 dəfə 6, 18. Buradan 2 üstü 3-ü ayrası olsam, buradan eləyəcək 3 dəfə 6, 18. Yəni, bir yanında 6 sıfır eləyəcək. Bax, bir yanında 1, 2, 3, 4, 5, 6 dənə sıfır eləyəcək. Bundan mən 3-ü çıxası olsam, ilk və son rəqəmlərinin cəmini 10'luq say sisteminə verilmiş ifadəni 8-li say sisteminə çevirdim və bundan 3 çıxmalıyam. Aha, və buradan hərəsində 8 var, düzdürmü? 8 buna verəcək, 8-dən 3 çıxacaq, nə qalacaq bizdə? Qalacaq 5. Digər hamısı olacaq 7, 1, 2, 3, 4, 5. Bu da olacaq 7, 7, 7 və bir dənə də 7. Bu artıq sıfıra çevriləcək. Bu ədəd deyir ki, indi 8-li say sistemi ilk və son rəqəmlərinin cəmi 7 ilə 5 eləyəcək bizdə 12, 12. 12-ni də 8-li say sisteminə çevirəcək olsam, üzr istəmək. Bu ədəd zaten 8-li say sistemindədir. Bircə dəqiqə, 12 ədədi 8-likdədir bizdə. Elə bilin ki, bu ədədlərin cəmini mən 8-likdə toplamalıyam. Yəni 7-nin üzərinə 5 gəlməliyəm 8-li say sistemində. 7, 5 eləyir 12. 12-dən çıxaram bir dənə 8-i. 4 yazaram 1 yadda, 1 də ataram əvvəlinə. Eləcə 14 ədədi 8-li say sistemində. Keçirəm növbəti sual nümunəsinə. 256 rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdırılan qrafik təsvir piksel sayını saxlamaqla 64 rəng çalarlı minimal bit sayı ilə kodlaşdırılan zaman 2 megabayt azalır. Aha, rəng çaları 256 olanda i nə qədər eləyir bizdə? 8 bit, düzdürmü? 8 bitdə bir dəfə kodlaşdırılıb, bir dəfə də 64 rəng çalarından
piksel sayını saxlayıblar. Yəni A vurulmuş B-ni saxlayıblar da bir dəfə də 64 rəngçalarına kodlaşdırıblar. 64-də bir simvolun neçə bitdir? 6 bitdir. Doğrumu? 1 pikselim, üzr istəyirəm. İndi deyir ki, bu zaman 2 megabayt azalıb. Burada mən həcmi bilmirəm, amma öyrəndim ki, 6 bitə gələn zaman həcmi x minus 2 megabayt olub. Yəni 2 megabayt azalıb. Burada piksel sayını müəyyənləşdirməyimizi istəyir. Neçə eləyəcək bizdə? Əvvəlcə həcmi tapaq. Deməli, 6x bərabərdir 8x minus 2 dəfə 8 16. Buradan qalacaq deməli 2x bərabər 16. X bərabər eləyəcək. Bu megabaytdır, bu bitdi. Eləyəcək 2 üstü deməli 16 belə yazım da. 16 vurulmuş 2 üstü 23 bölünmüş 2-yə. Doğrumu? Bunlar gedəcək, qalacaq 8 vurulmuş 2 üstü 23 bit. Bax yazıram. 8 vurulmuş 2 üstü 23 bit. Aha. Bu oldu bizim həcmimiz. Bu həcmi harda aldıq biz? 8 bitdə aldıq. Düzdür? I bərabər 8 bit olanda aldıq. Buradan A vur B-ni necə tapacam? Düsturum necə idi? A vurulmuş B vurulmuş I bit bərabər həcm. Düzdür? Və oradan A vur B-ni tapmaq üçün həcmi bölməliyəm 8 bitə. 8 vurulmuş 2 üstü 23 biti böləcəm 8-ə. Gedəcək, qalacaq 2 üstü 23. Deməli, mənim A vur B-im olacaq 2 üstü 23. Bunu da necə yazaram? Deməli, bu 2 üstü 10-dur, bu da 2 üstü 13-dür. Keçin, elə bunların hasili 2 üstü 22 verir də. Cavab olacaq C variantı. Ümid edirəm aydındır. Tənasib qılıb hesab olmaq lazımdır. Keçirəm növbəti suala. Burada deyir ki, Unicode standartında yazılmış 256 səhifəlik kitabın orta hesabla hər səhifəsində 40 sətr var. İnformasiyanın həcmi də budur. Bir səhifədəki simvol sayımızı istəyir. Aha, tamam o zaman. Deməli, bizim mətn informasiyamızın kodlaşdırılmasına aiddir bu. Necə idi düsturumuz? Simvol sayı vurulmuş, səhifə sayı vurulmuş, sətr sayı, vurulmuş i bitimiz, bu da bərabər olmuş həcmi. Buradan mən nəyi tapmalıyam? Simvolların sayını. Məhsul vurğu tapmaq üçün hasili, yəni 400 kilobaytı bölməliyəm məlum vurğuların hasilinə. 400 kilobaytı bitə çevirməliyəm. Eləcək burada nə qədər? Ya da bayta çevirim. Vurum 210-a. Bu eləsin 210 bayt bölünmüş. Unicode-da bir simvolum 2 baytdır. Vurulmuş 256 səhifəni yazaram 208 kimi, 40 sətri də yazaram elə 40 kimi, heç nə. Bunlar 40-lar bunlar gedəcək, 4 ilə 40 gedəcək, qalacaq sürətdə 10. 2 ilə 10 gedəcək, sürətdə qalacaq bir dənə 5. 208 ilə 210 gedəcək, qalacaq 202. Vurulmuş bir dənə 5. 4 buradan 5 də buradan eləyəcək 20. 20 dənə simvol alınmış olacaq. Burada bir nüansı nəzərə almaq lazımdır. Baxın, burada biz 20 simvol aldıq və bu 20 simvol bizdən nəyə soruşur? Bizdən bircə dənə səhifədə olan simvolların sayını müəyyənləşdirməyimizi istəyir. Bax, əgər məndə 40 dənə sətr varsa, bax 40 dənə sətrim var, düzdür? Və bir səhifədə 20 simvol varsa, bir səhifədə yox, üzr istəyirəm. Bu aldığım simvol sayı məndə 256 səhifədədir. Bir səhifədəkini tapmaq üçün bir səhifədəki sətr sayını vuracam bu simvolların sayına və ümumi simvol sayını müəyyənləşdirəcəm. 4 dəfə 2 eləyəcək, 40-ı vuracam 20-yə, eləyəcək 80 dənə, 800 dənə üzr istəyirəm simvol. 2 dənə 0 var axı. 800 dənə simvol alınmış olacaq. İkilik təsvirində 0 və 1-lərin simvollarının sayı bərabər olan onluq ədədləri müəyyənləşdirin. Yəni, onluğu çevirməliyəm ikiliyə, hansında 0 və 1-lərin sayı eynidirsə, onları tapmalıyam. 41 ədədindən başlayaq. İkiliyə çevirsəm, 20 dəfə 2 eləyəcək, 40 qalacaq 1. 20-ni 2-yə çevirəndə, böləndə üzr istəyirəm. 5 dəfə 2 eləyəcək 10. Yox, 5 dəfə nədir? 10 dəfə 2 eləyəcək 20 qalacaq 0. 12-yə 5 dəfə 2 eləyəcək 10. Qalacaq burada 0. 5-i 2-yə 2 dəfə 2 4. 5-dən 4 qalacaq 1. 2-ni 2-yə 1 dəfə 2, 2-dən 2 qalacaq 0. Deməli, 41-də olacaq 1, 0, 1. Baxın, axırdan əvvələ doğru düzürəm axı. Və 0, 0, 1. Belə bir cavab olacaq. İndi gəlin 2-yə 38 çevirək. 2-yə bölsəm 19 dəfə düşməlidir. 2 dəfə 9, 18, bir dəfə 2, 2, bir dəfə 3. Qalacaq 0, 19-da 2, 9 dəfə, 18 qalacaq 1. 2-yə böləndə 4 dəfə 2, 8, 9-dan 8 qalacaq 1. 4-ü 2-yə böləndə 2 dəfə 2, 4, 4-dən 4, 0. 2-ni 2-yə böləndə 1 dəfə 2, 2-dən 2, 0. Aha, belə bir cavab da burada eləyəcək. Olacaq 38 üçün 1, 2 dənə 0, 1, 1, 0. Belə bir cavab da burada olacaq. 0 və 1 simvollarının sayı bərabər. Burada 3 dənə 1, 3 dənə də 0-da. Elə biri 41 götürmək olar. 3 dənə 0 var, 3 dənə 1 var. Burada 3 dənə 0 var, 3 dənə 1 var. Elə 2-ni də götürmək olar burada. Gəlin görüb bizim getmişik. 48 ədədinin çevrəsi olsaq 2-yə 24 dəfə düşməlidir. 4 dəfə 2, 8 gedir. Bəli. Burada olacaq 0. 2-yə böləndə 12 dəfə qalacaq 0. 12-yə 2-yə böləndə 6 dəfə qalacaq 0. 2-yə böləndə 3 dəfə qalacaq 0. 3-ü də 2-yə böləsi olsam 1 dəfə 2 qalacaq 3-dən 2, 1. Yəni, burada olacaq 1, 1, 4 dənə 0. Aha, deməli 0 1 simvolların sayı bir-birinə bərabər deyil. 4 getdi. 43-dən getsəm, 2-yə böləcəm. Neçə dəfə düşər 43-də? 22 dəfə düşər də. 44 deyil, yox, 21 dəfə düşəcək. Eləyəcək 42.
Doğru, bəli, 42. Burada qalacaq 1. 21-də 2 nə qədər düşər təxminən? Deməli, 9 dəfə 2, 18. 10 dəfə. 10 dəfə 2 eləyəcək 20. Qalacaq 1. 2-yə 5 dəfə 2, 10. Qalacaq 0. 2-yə 4 dəfə, 2 dəfə 2, 4 özür istəyirəm. Burada qalacaq 1. 2-nin 2-yə 1 dəfə 2, 2, 2-dən 2 qalacaq 0. Aha, axırda mənim düzəltmə olsun. 1, 0, 1, 1, 0, 1, 0, 1, 1. 1, 0, 1, 0, 1, 1. Belə bir cavab alınacaq. Burada da onda sıfırlarla birlərin sayı bir-birinə bərabər deyil. 43-də gedəsi olacaq. 49-a baxası olsam. 49-da bircə dəqiqə. 49 ədədini 2-yə bölsəm nə qədər düşəcək məndə? 18 yox, 28 dəfə. 2 dəfə 8, 16. 2 dəfə 5, 28 dəfə çox düşür. Bircə dəqiqə. Neçə dəfə düşür təxminən? Yaxşı, 2 dəfə 2, 4, 0, 9-a da 2 dəfə, 3 dəfə 2, 6, 4 dəfə 2, 8. 4 dəfə, 24 dəfə, hə. Bircə dəqiqə. Böyləcə 48 qalıqda qalacaq 1. 2-yə bölündə 12 dəfə düşəcək. Burada qalıqda qalacaq 0. Bax, 24-ü haradasa aldım elə bil, yoxsa hə. Bax, 24-dən sonrası belə gələcək. 1, 1, 0, 0, 0. Aha, bundan əvvəl necə gəlirdi bəs? Bax, buradan sonrası belə olacaq. Bax, 1, 1, 0, 0, 0. Burada da bir dənə 1, 0 olacaq. Yəni, 3 dənə bundandır, 4 dənə bundandır. Ona görə bu da gedəcək. Düzümü gedirəm. Bir dənə 51-ə də baxaq. Deməli, bir dəqiqə. 51-i çevrəsi olsam. Deməli, 51 2-yə böləndə 25 dəfə 2 düşəcək 50, qalacaq 1. 25 2-yə böləndə 12 dəfə 2 eləyəcək 24, qalacaq 1. 12-ni 2-yə böləndə 6 dəfə 2, 12 qalacaq 0. 6-yı 2-yə böləndə 3 dəfə 2, 6 qalacaq 0. 3-ü 2-yə böləndə 2 dəfə, 1 dəfə üzr istəyirəm. 1 dəfə 2, 3-dən 2 qalacaq 1. Hə, 1, 1, belə olacaq. 1, 1, 0, 0, 1, 1 olmalıdır. Bir dənə dəqiqləşdirəyim. Deməli, 51-i 2-yə bölsək, düzümü getdim, bir dəqiqə görüm. Yenidən yazıram. 51 ədədini böləsi olsam 2-yə. 25 dəfə 2 eləyəcək 50, qalacaq 1. 25-i 2-yə bölsəm 12 dəfə 2 eləyəcək 24, qalacaq burada 1. 12-yi 2-yə bölsəm 6 dəfə 2, 12, qalacaq burada 0. 6-nı 3 dəfə 2 eləyəcək 6, qalacaq 0. 3-ü 2-yə böləndə 1 dəfə 2, 3-dən 2 qalacaq 1. Hə, belə gedəsi olsam 1, 1, 0, 0, bəli, 1, 1 eləyəcək. Burada da sıfırlarla birlər eyni deyil. Yəni sayıları eyni deyil. Onun üçün burada cavab eləyəcək 1 və 2 sadəcə. 1 və 2. Aha, keçirəm növbəti sual nömrəmizə. İndi burada nə deyir? 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Aha, 3 rəqəmli ədəd deyirsə, mən 3 dənə oyğumu çəkirəm. Mənə deyir ki, yalnız 3 təkrarlansın, digərləri təkrarlanmasın. Yəni, birinci oyğum üçün mənim 3, 5, 8, 6, 4 dənə variantım var. Digərlərini təkrarlana bilməz. Misal üçün, bax, buradan 8-i götürdümsə, mən digər oyğulara 8-i yaza bilmərəm. Aha, amma 3-ü yaza bilərəm əlbəttə ki. O zaman neçə yazacağım bura? Olacaq 3, 5, 6, əlimdə 3 dənə variant. Misal üçün, buradan 5-i götürəsi olsam, bura 5-i 8 getdi, 5 getdi. Son oyğa yaza bilməyəcəm. Olacaq 3 və 6, 2 dənə variant. 4 dəfə 3, 12 dəfə 2 eləyəcək 24. 24 dənə variant yarada bilərəm. Burada biz 3 rəqəminin müxtəlif mövqelərdə istifadə olunan hallarını tam tapmalıyıq. Yəni, bax, gəlin birinci elə ağac strukturundan gedəsi olsaq. Gəlin birinci bunu necə yazarıq, onu deyim sizə. Bax, burada mən sadəcə 3 rəqəmini belə deyək, müxtəlif mövqelərə yazaraq tapdım. Gəlin bunu belə eləyək. Bax, ağac strukturu ilə gedək. Görək o zaman necə alınacaq. Bax, birinci yazaq, ədədin elə bil ki, yüzlük mərtəbəsinə 3 qoyaq. Sonra yüzlük mərtəbəsinə 5 qoyaq. Sonra yüzlük mərtəbəsinə 8 və 6 rəqəmlərini qoyaq. Yüzlüyə 3-ü qoysaq. Deməli, burada 5 olacaq, 10-luq, 8 olacaq, 6 olacaq, bir də 3 rəqəmi bir dənə təkrarlanmalıdır, bir də 3 olacaq. Burada əgər 5 olsa, deyir, digərləri təkrarlanmasın. Onda bura nə olacaq? 5 olmayacaq, 8 olacaq, 6 olacaq, bir də 3 olacaq. Buradan 1, 2, deməli 1, 2, 3 dənə ədəd buradan yaradıram. Burada 8 özü təkrarlanmamalıdır. Deməli, 3 qoya bilərəm, 5 qoya bilərəm, 6 qoya bilərəm. 3 dənə də buradan yaradıram. Buradan 6-nın özü təkrarlanmamalıdır. 3 təkrarlana bilər. Deməli, burada o zaman burada olacaq 5 və 8, yəni burada da 3 dənə və 3-ün özündən də digərlərini qoyuram. 5, 8, 6 və elə 5, 8, 6, bir də 3. 3 təkrarlana bilər. 4 dənə də burada yaradıram. 3 dəfə 9, 4 buradan. Deməli, bax, buradan 3 plus 3 plus 3 plus 4. Bu qədər variant yaradıram.
Burada olacaq bizdə 13 variant. 5 ilə başlayanları tapsam, 5 özü təkrarlanmamalıdır. Bax, buradan yenə 4 dənə ox çəkirəm, 3 dənə ox udursam. Çünki 5 təkrarlanmasın. Bir dəfə 8 olsun, bir dəfə 6 olsun, bir dəfə 3 olsun. 3-dən sonra 3 təkrarlana bilər. Yəni 3, 6, 8 olsa 3 dənə burada olacaq. Yenə burada 6 təkrarlana bilməz, 5 də təkrarlana bilməz artıq. Bura qalır 8, bir də 3. 2 dənə burada olacaq onda. 8-də isə 8 təkrarlana bilməz, 6 da təkrarlana bilməz. 8 təkrarlana bilməyəcəyinə görə 6 bura olacaq, 3 bura. 2 dənə də burada olacaq. 3, 2, 6, 6 2 eləyəcək. 3, 2, 5, 5 eləyəcək, 7. 7 dənə variant burada yaradaram. 8 ilə başlayanların sayını tapası olsun. Deməli, 8 yüzlük mərtəbəsində bura 8 qoya bilmərəm, 5 qoya bilərəm, 6 qoya bilərəm, 3 qoya bilərəm. Bura mən 5 qoymaq, 8 ilə 5 qoya bilmərəm. Çünki ədədin rəqəmləri təkrarlanmamalıdır deyil. Burada 6 qoyaram, 3 qoyaram. Düzdürmü? 2 variant buradan yaransın. Gəlin. Daha sonra deməli 6 ilə gələsi olsam, 6-dan 8 6 getdi. 5 qaldı, 3 qaldı. Doğrumu? 2 dənə də bundan yaranır. 3 ilə gələsi olsam, 3 qoya bilərəm. 6 qoya bilərəm, bir də 5 qoya bilərəm. 3 dənə də bundan yaranır. Burada da bir dənə 7 variant oldu mu? İndi gəlirəm son olaraq 6 ilə başlayanlar. Deməli 6 ilə 6 yaza bilmərəm, 5 yazaram, 8 yazaram, 3 yazaram. 5 ilə 5 6 getdi, 8 3 yazaram. 8 ilə 6 8 getdi, 5 3 yazaram. 3 ilə 5 8 yazaram. Bir də 3-ün özünü yazaram. 2 burada, 2 burada, 3 də burada. 7 yenə buradan yaranmış olur. Doğrumu? 3 dəfə 7 eləcək 21. 13 də oradan. 3, 1, 4, 2, 1, 3. Eləcək 34 dənə rəqəm. Ağacvari strukturundan gedəndə 34-ü alırıq. Aha. Bəs bunu yaxşı biz qısa yolla gedəsi olsaq necə alarıq buradan? Bir dənə gəlin ona baxaq. Bax, qısa yolla gedəsi olsaq 3 rəqəminin burada biz nə edirik? 3 rəqəmini fərqli bir mövqelərdə işlətdik. Doğrumu? Bax, bir dəfə 3 yüzlük mərtəbəsində oldu, bir dəfə 3 onluqda oldu, bir dəfə təklikdə oldu. Gəlin yaxşı, elə gedəsi olsa. Bax, bir dəfə belə yazım. 3 mərtəbəsinin 3-ün yüzlük mərtəbəsində olan hallarına baxası olsam. Bax, 3 yüzlük mərtəbəsində olsa, bax, yazıram buradan 3, 5, 8, 6. Yaxşı, buradan 3-ün yüzlük mərtəbəsində olan sayını tapıram. Yəni, digər mərtəbələrdə olmasın da. Bu durumda 3-ü buradan saymasam, neçə eləyər bizdə? 2 dənə variant burada eləyər. Bir dənə də variant burada eləyər. 4 dəfə 2 eləyəcək 8 variant. Aha. 3 deyək ki, birinci mövqedədir. İndi yaxşı. O zaman 3-ü gətirək ikinci mövqeyə qoyaq. Yenə 3 dənə olacaq da. Yox, elə ən yaxşısı ağız strukturundan getməkdir. Bunu qısa yolla başqa necə işləyə bilərik? Aha, biraz fikirləşək. Deməli, burada baxın, ağac strukturuna gedəndə ədədlər daha yaxşı görsənir, amma ki, daha uzun bir variantdır və bu bizə imtahanda vaxt itkisidir. Rahat yolla necə gedərəm bunu? Bax, 3 ədədini, 3 rəqəmli bir ədəd düzəldirəm, doğrumu? Bir dəfə gəlin 3 ədədini birinci mövqeyə qoyaq. 3, 5, 8, 6 deyil, bir dənə 3 təkrarlana bilər. 3-ü buradan götürəsi olsam, burada 4 variant var. 3-ü götürəsi olsam, digər oyuqlara yaza bilərəm. Amma 5, 8, 6-nı yaza bilməyəcəm də. Daha yaxşı yazsam 5, 8, 6. 3 dənə burada var. O zaman buradan 5-i götürəsi olsam 5 təkrarlana bilməz. O zaman burada yazıram 8, 6. 2 dənə. 4 dəfə 3, 12 dəfə 2 eləyəcək 24. Yox, bu formada alınmayacaq. Bu elə yaxşısı ağac strukturudur. Ağac strukturundan bir dəfə 3-ü yüzlük mərtəbəsinə qoyun, bir dəfə 5-i yüzlüyə qoyun, bir dəfə 8-i, bir dəfə də 6-nı. O formada nəticəni əldə edin. Cavab verəcək 34 variant. Azalan sırayla müəyyənləşdirməmizi istəyir. Bütün hamısını eyni bir ölçü vahidinə gətirib çoxdan aza doğru düzməliyik. Deməli, baytdan mən nəyə gələrəm? Kilobayta gələrəm. Gəlin hamısı kilobayta gətirək. Baytdan kilobayta gətirsəm, yox, bu 2047 baytı gərək 1024-ə bölüm. O da tam bölünməyəcək. Tamam, o zaman hamısını bayta gətirək. 1 kilobaytı 1024 baytdır. 1 bölünmüş 32 megabaytı kilobayta gətirmək üçün 2 üstə 10-a vuracam. 2 üstə 10 budur, 35-də 2 üstə 5-dir. O eləcək, elə bil 2 üstə 10 bölünmüş 2 üstə 5. O eləcək 2 üstə 5, o da eləcək 32. 32 bayt da budur. 11 biti də kilobayta gətirmək üçün 2 üstə 11-i böləcəm 2 üstə 3-ə. O da eləcək 2 üstə 8. O da eləcək 256. Aha, bayt və mənə azalan sıra deyil. Yəni çoxdan azal olur. Bu durumda birinci olacaq 1, sonra olacaq 2. Sonra olacaq 4, sonra da olacaq 3. Belə bir ardıcıllıq alınmış olacaq. Uyğunluğu müəyyənləşdirək ekran düyümü və video yaddaşının ölçüsü.
Deməli, burada hansı özəlliklər verilib? Deyir, RAM-ın tutumudur, 32 GB, 512 GB HD, yəni sərt diskin daimi yaddaşın tutumudur. Və burada 8 GB. Və bu olacaq bizim video yaddaşımızın ölçüsü 8 GB və sonuncu 16 isə bizim üçün ekran düymə olmuş olacaq. Bu da olacaq 16. Yəni 1-ə gedəcək C, 2-yə gedəcək D. Davam edirəm növbəti sual nömrəmizlə. Axıra çatdırdıq mı bu hissəni? Bəli. Onluq say sistemində belə bir ədəd verilib. İfadəsinin 8-li say sistemindəki təsvirində 0 və 4 simvollarının sayının hasilini ikili say sistemində ifadə edin. Tamam. Deməli, 8196-nın kvadrat ədədini belə yazaram. 8192 üzərinə gəlinmiş 4. Mötərizənin kvadratı. Bunu yazaram belə. 2 üstü 13-ün kvadratı üzərinə gəlinmiş birincinin ikinci hasilinin 2 misli. Yəni 2 vurulmuş 2 üstü 13 vurulmuş 2 üstü 2 üzərinə gəlmiş 4 də yazaram 2 üstü 2 kimi. Bərabər eləyər burada neçə? Birincinin deməli kvadratı, yəni eləyəcək 2 üstü 13-ün kvadratı neçə eləyir bizdə? 2 üstü 26 eləyir də. 2 üstü 26 plus. Burada eləyəcək 13, 2, 15, 16. Plus, bu da 2 üstü 2, 4 eləyəcək də. İndi bunu mən gətirməliyəm 8-li say sistemindəki təsvirinə. Aha, buradan 8-li say sistemində nə alınacaq? 8-dən 2 üstü 3 ayırmalıyam. 226-nın 2 üstü 3 kimi necə yazaram? 2 üstü 3-ün üzəri deməli 3 dəfə 5, 15. Yox, 3-dən 3 dəfə 7, 28. 3 dəfə 6. Hə, 3 dəfə 6, 24. 3 dəfə 6, 18 üstəmi? 3 dəfə 6, 24 nədir? 3 dəfə 7, 21. 3 dəfə 8, 24. 3 dəfə 9. Yox, 3 dəfə 8. 24 vurulmuş 2 üstü 2 kimi. Yox, 2 üstü 4 kimi. Doğru mu? 3 dəfə 8, 2 üstü 24, 24 ilə 4, 28 eləyir. 2 üstü 2, 26. Bəli, çox üzr istəyirəm. Mən tam yorğunluqdan oldu bu. Bax, bir şeydə ki, 2 üstü 3-ün üzəri 8. Yox, yenə 8 deyirəm. Hə də 8. 3 dəfə 8, 24 vurulmuş 2 üstü 2. 4, 2, 26 eləyir. Bəli, 4 yanında 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0 eləyəcək. 2 üstü 16-dan 2 üstü 3 ayırmaq üçün yazaram. 2 üstü 2-nin üzəri, 2 üstü 3-ün üzəri üzr istəyirəm. 5 dəfə 3, 15 vurulmuş 2 üstü 1 kimi. Bu da eləyəcək 2 yanında 5, 0, 1, 2, 3, 4, 5 dənə 0 yanında bir dənə 2 və 4-dən 2 üstü 3-ü necə ayırıram? 2 üstü 2, elə 4 hər bir say sistemində 4-də, üzərinə gələrəm 4. Bunun üzərinə nə gələrəm? 36-nı 8-liyə çevrilmiş halına. 36-nı da onluqdan 8-liyə gətirəndə neçə alınacaq burada? 4 dəfə 8, 32, 5 dəfə 8, 40, 4 dəfə 8 eləyəcək 32. Altdan ikisi qalacaq 4. 4, 4 alınacaq. Bunun üzərinə bir dənə 4, 4 gəlməliyim. Gəlin bunu digər hissədə yazın. Bax, burada alınmayacaq bu. Bircə dəqiqə. Gəlin elə bunu buradan götürüm da. Deməli. Buradan davam edirəm. Deməli, 4 yanında nə qədər 0 oldu bizdə? 4 yanında bizdə nə qədər 0 oldu? 8 dənə 0 oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0. Üzərinə gəlinmiş 2 yanında nə qədər 0 oldu bizdə? 2, 5 dənə 0. 1, 2, 3, 4, 5 dənə 0, 2 oldu. Burada 4 oldu, son olaraq 4, 4 oldu. Deməli, 4, 4 eləyəcək 8. 8-də 8 yoxdur, 0 yazaram 1 yada. 4, 1 eləyəcək 5. Buradan 3 dənə 0, 2, 0, 0, 4. Belə bir ədəd 8-likdə alınmış olur. İndi bizə deyir ki, 0 və 4 simvolların hasilini, sayının hasilini üzr istəyirəm. Burada sıfırların sayı nə qədərdir? 3 burada, 1 burada, 4, 2 də burada 6. 3, 2, 5, 6. 6 dənə 0 var. 6 dənə 0 var. 4 simvolu nə qədərdir? 4 simvol bircə dənədir. Bir dənə də 4 var. Doğru mu gedirəm? Aha, bu eləcək doğru, bəli. Daha sonra. Deyir ki, hasilini ikili say sistemində ifadə edin. Heç nə. 4, 6 dənə 0, bir dənə eləcək 6. 6-nın ikili say sisteminə çevrəsi olsam, düzümü getdim. Bir dəqiqə görüm. Çox üzr istəyirəm. Burada mən 2-nin kvadratı yazmışam. 4-ün kvadratı olmalıdır. Bu 4-ün kvadratı. 4-ün kvadratını yazaram 2 üstü 2-nin üzəri 2 kimi. Bu eləcək 2 üstü 2 dəfə 2 4. 2 üstü 4 eləyəcək. 2 üstü 4-dən mən 2 üstü 3-ü necə ayıraram? 2 üstü 3-ün üzəri 1 vurulmuş 2 kimi yaza bilərəm. Bu olacaq 2 yanında bir dənə 0. Yəni 4 yox, 2 yanında bir dənə 0 olacaq bu. Burada olacaq 4. 4 2 burada eləyəcək 6. Digərləri düzdür. 2 dənə 4 olacaq. Bax, burada 2 dənə 4 olacaq. 6 dənə də 0 olacaq. Bu ədədlərin hasilidir deyəsən, hə? Simvolların sayının hasili, bəli. 2 dəfə 6 12. Amma necə?
Biz bunun 8-likdə hasilini tapmalıyıq da. 6-nı vuracağıq 2-yə, 8-li sayısını 2 dəfə 6 eləyəcək 12. 12-dən bir dənə 8 çıxaram. Eləyəcək 4, 4 yazaram. 1 yadda, bir də axtaram əvvəlinə. Eləyəcək 14. 14 ədədi 8-li say sistemində alınmış oldu. 2-li say sistemində ifadə eləyəsə olsaq, 4-2-1 qaydasına əsasən bu eləyəcək 1 0 0, bu da eləyəcək 0 0 1. Yəni 1 1 0 0 nəticəsi ikili say sistemində alınmış olacaq. Burada artıq məndə bu 0 olmadı da. 5 dənə 0 oldu məndə. Bir dəqiqə çox üzrəm. 5 dənə 0 burada oldu. 2 dənə də 4 burada oldu. 5 dəfə 2, 5-i vurmalıyam 2-yə. 5-i 2-yə vursam, 5 dəfə 2 eləyəcək 10. Ondan bir dənə 8 çıxaram. Deməli 2 yazaram. Bir yadda, biri də ataram əvvəlinə və ondan çıxacam bir dənə 8-i, 2 yazacam. Bir yadda, bir atacam əvvəlinə. 12 8-li say sisteminə. Bunu gətirəcəm ikili say sisteminə. 2-ni almaq üçün nə edirəm? 4-2-1 qaydasına əsasən 0 1 0, biri də almaq üçün 0 0 1. Yəni cavab eləyəcək sıfırları, əvvəlki sıfırları atsaq 1 0 1 0. Cavab eləyəcək 1 0 1 0. Davam edirəm 89 nömrəli sual nümunəsindən. Gəlin bunu digər səhifədə müzakirə eləyək. Deməli, bizə bir qraf verilir və qrafın belə deyək, təpələrinin cədvəldən tapılması lazımdır. Gəlin görə hansı təpələri istəyir və hansı əlaqələri istəyir. Bir dəqiqə bunu qoyaq bura, biraz böyüdək, gözünüz yaxşı görsün. Daha sonra bunu da biraz böyütsək. İndi başlayaq. Deməli, belə bir qraf verilib. Baxırıq ki, burada ən belirgin t-ni tapa bilərik. T neçə təpəlidir? 3, 4, 5, 6. 6 təpəli, 6 qonşulu üzr istəyirəm, t təpəsidir. Cədvəldən baxırıq ki, digərləri 6 deyil. Məsəl üçün, A təpəsi 2-lidir, B təpəsi görürsünüz buradan 3-lüdür, C təpəsi də 3-lüdür, D təpəsi də bizdə 3-lüdür, Y 3-lüdür, H 2-lidir. Deməli, baxırıq ki, A və H 2-li təpədir. T bizdə 5-li təpədir. Gəlin bu əldə etdiyimiz məlumatlara nəzərən bir dənə qrafa baxaq, görək oradan nəyi görə bilərik biz. Və bizdən nəyi istəyir burada? Deyir ki, B, C nöqtəsinə olan məsafənin, D, Y nöqtəsinə qədər olan məsafənin uzunluqlarının cəmi. B-dən C-yə məsafə üzərinə gəlinmiş D-dən Y-yə qədər olan məsafə. Bizdən bu cəmi istəyir. Deməli, baxırıq ki, burada 6-lı təpə bir dənə T təpəsidir. Buna əsasən 6-lı təpə hansı olacaq? Olacaq M5. Deməli, M5 olacaq T təpəsi. Yazıram. Və bizim ikili təpələrimiz var idi. A və H təpəsi. Amma hələ ki bilmirəm ki, burada A hansıdır, H hansıdır. Bir ikili təpəm M1-dir. Buradan qırmızını qoyun. Bir dənə də ikili təpəmiz hansı olar? Burada M3-dür. Gəlin rastgələ misal üçün A-dan başlayaq. A-ya M1 desək, burada A desəm. Burada A-nın hansılarla əlaqəsi var? Olmalıdır A-nın B ilə əlaqəsi var. Görürsünüz buradan. Bir də A-nın T ilə əlaqəsi var. A-nın deməli M2 ilə əlaqəsi var. M2 üçlü təpədir. Həqiqətən üçlü təpədir. Ona buna B deyə bilərik. Və bir də M5 ilə əlaqəsi var. M5-də T-dir. Deməli bu ola bilər. Bəs yaxşı, B-nin nə ilə əlaqəsi var? B-nin bir A-nın əlaqəsi var, bir C-nin əlaqəsi var, bir də T-nin əlaqəsi var. B-yə baxıram, A-nın əlaqəsi var. M5 nədir bizdə? M5 bizdə 6-lı təpədir. T-nin əlaqəsi var. Bir də nəyin əlaqəsi var? M3-ün. Elə M3-ün bizdə 2 yolu var. O zaman burada, üzr istəyirəm, M3 bizdə C olacaq H. Çünki ikili yoldur axı bu. M1, M3 oldu H. M3-ə də H yazsam. Gəlin indi digərini keçək. M4 bizdə üçlü təpədir. Əgər buna C deyəsi olsam, C-nin məndə nə ilə əlaqəsi var? Baxıram, bir dənə buradan üçlü təpə gəlir, bir dənə buradan üçlü təpə, bir də burada altılı təpə. 3, 3, 6. Gəlin görək bunu görə bilirik burada. M4-də M3 ilə əlaqəsi var. M3 ikili təpədir. Deməli bu C ola bilməz. Gəlin baxaq. Deməli, bir də M5 ilə əlaqəsi var. M5 5-li təpədir. Deməli, ikili təpəyə əlaqəsi var. 5-li təpəyə əlaqəsi var. Bir də M7 yenə üçlü təpəyə əlaqəsi var. Bu durumda bu Y ola bilər. İkili, üçlü və altılı təpəyə əlaqəsi olan 6 düzürsən. 6-nın təpəyə əlaqəsi var. Burada Y ola bilər. Onun üçün M4-də C deyə bilmərik. Gəlin görək onda C-ni nəyə deyərik biz? M6-ya baxası olsaq, M6-nın deməli M2 ilə əlaqəsi var. M6-dan götürsəm. Baxaq görək, M2 ilə əlaqəsi var. M2 neçəli təpə idi bizdə? Üçlü təpədir. M2 ilə əlaqəsi var. M5 ilə əlaqəsi var. M5 bizdə neçəli təpədir? 6-lı təpədir. Bir də M6-nın əlaqəsi var M7 ilə. M7 isə bizdə üçlü təpədir. 3, 6, 3. Baxın, buna əsasən C ola bilər bu. Deməli bizdə, baxın, M6 bizdə C ola bilər. Hələ ki yazaq, görək necə olacaq. Daha sonra, indi davam edirəm. C-nin B ilə əlaqəsi varmı? Bəs, C-nin M6-nın yəni B ilə, yəni M2 ilə əlaqəsi varmı? M2-dən M6-ya. Burada əlaqə görürəm. Bəli, var.
Bunu götürəsi olsam, misal üçün ben bunu 13 götürəsi olsam bu əlaqəni. Daha sonra bir dənə M7'miz qalır bizim. M7 nə ola bilər? Gəlin baxaq. Bu M7'nin 3 qolu var. Biri gedir M4'e. M4 bizdə üçlü təpədir. Biri gedir bizdə, buna dedim axı bu Y olma ehtimalı var. Çünki digər ikili təpə ilə əlaqəsi var. M4'də biz Y deyəsi olsaq. İndi baxaq M7. Elə M7'də də D qalmır da əslində. Bir dənə dəqiqləşdirək. Bax M7 üçlü təpə ilə əlaqəsi var. M4 bizdə üçlüdür. M5 ilə əlaqəsi var. M5 bizdə altılıdır və M6 ilə əlaqəsi var. M6 da üçlüdür. Həqiqətən D təpəsinə baxsa, üçlü, altılı bir əlaqəsi mövcud olmuş oldu. Deməli, buna da D yazası olsa, bizdən bir də nə istəyir? D-Y əlaqəsinə. D-dən Y-yə bizdə əlaqə varmı? Yəni, Y-dən D-yə. Bəli, burada əlaqəmiz var. 7 olacaq. Deməli, 13 burada, 7 də burada, eləyəcək burada 20. Deməli, aradakı əlaqənin cəmi, yolun cəmi üzr istəyirəm, 20 olmuş olacaq. Keçirəm növbəti sual nümunəmizə. Deməli, bizə belə bir sual verilir. Unicode kodlaşdırma sistemində informasiyanın həcmi 29 megabayt olan sənəddə mətn informasiyası ilə yanaşı 5 ədəd 1 megabaytlıq qrafiki təsvir də var. Aha, elə bilin ki, bu bizim bir bütöv kitabımızdır. Burada mətn də var, qrafika da var. Və bunun ümumi həcmi 29 megabaytdır. Daha sonra deyir ki, mətnin həcmini bilmirəm hələ ki, amma öyrəndim ki, qrafikanın həcmi burada var. 5 ədəd 1 megabaytlıq qrafiki təsvir var. Əgər birinin həcmi 1 megabaytsa, 5-nin həcmi nə qədər olacaq? 5 megabayt olacaq, düzdürmü? Deməli, 5 megabaytlıq qrafiki təsvir var. Yəni, mən əgər 29 megabaytdan 5 megabaytı çıxsam, buradan mətn informasiyamızın həcmini tapa bilərəm. 29-dan 5 çıxacam, qalacaq 24. 24 megabayt. Bu 5 megabayt oldu qrafika, 24 megabayt oldu mətn və 29 isə ümumi həcmimiz idi. Daha sonra bu sənədi simvol sayını dəyişmədən 64 simvol minimal əlifba ilə kodlaşdırdıqda həcmi neçə megabayt azalır? Baxın, sözügedən bu sənəd əvvəl Unicode-da kodlaşdırılıb. Unicode-da bir simvolun neçə bit idi? Bir simvolun deməli 16 bit idi. 16 bitdə kodlaşdırılanda bunun həcmi 24 megabayt olub. 24 megabayt. İndi deyir ki, 64 simvollu əlifbada kodlaşdırılsa, həcmi neçə megabayt azalar? Demir ha, neçə megabayt olar? Aldığımız megabayt hələ biraz azaltmalıyıq. Yəni, fərqini tapmalıyıq daha doğrusu. Deməli, 6 bitdə isə tapaq görə hələ neçə megabaytdır? Buradan x bərabər eləyəcək. 16 məxrəcdə, 24 vurulmuş 6 sürətdə. Bunlar ixtisar gedəcək 4-də, 4 burada qalacaq, 6 burada qalacaq. 4 ilə də 6 ixtisar gedəcək 2-yə, 2 burada qalacaq, deməli. 3 də burada qalacaq. Daha sonra bu 2 ilə bu 6 gedəcək. 3 də qalacaq. Burada eləyəcək 3 dəfə 3, 9. Aha, 9 megabayt oldu. Bu 9 megabayt 6 bitdə aldığımız megabaytdır. Bizə deyir ki, həcm neçə megabayt azalır? Əvvəl məndə həcm 24 megabayt. Doğrumu? Deməli, əlifba ilə kodlaşdırdıqda həcmi necə azalır? Aha, əvvəl 24 megabayt idi mənim həcmim. Daha sonra bu deməli düşüb 9 megabayta. Bu durumda həcmimiz nə qədər azalacaq? 24-dən çıxacam 9-u. Aha, deməli burada biz 9 megabayt aldıq. Çox üzr istəyirəm. Bizim axı bir də 5 megabaytlıq qrafiki təsvirimiz var. Yəni bu 5-in üzərinə 9-u da gəlməliyəm mən. Burada 24-dən yox, bircə dəqiqə bax. Birinci həcmimiz bizdə nə qədər oldu? Birinci həcmimiz bizdə 24 megabayt idi. Mətn informasiyamızın həcmi. Daha sonra dəyişdik, aldıq 9 megabayt. Bu 24 megabayt ümumi bizdə 29 idi də. 5 megabaytı çıxandan sonra alınmışdı. Biz də bu 9 megabaytın üzərinə, yəni bu sözü gedən 5 megabaytı qrafiki təsviri gəlməli, almalıyıq 14 megabayt. Daha sonra isə ümumi əvvəl nə qədər idi? 29 megabayt idi. Sonra nə qədər oldu? 14 megabayt. Bundan çıxacaq, qalacaq burada 15 megabayt. Deməli, bizim həcmimiz 15 megabayt azalacaq. Əgər sualda neçə megabayt olar desəydi, o zaman elə 14 götürərdi. Çünki əvvəl 29 idi, sonra 14 oldu. Amma neçə megabayt azalar dediyinə görə əvvəlki həcmdən sonra aldığımız həcm çıxmalıyıq ki, aradakı o fərqi neçə megabayt azaldığını tapa bilək. Bu qədər. Bununla da bizim suallarımız tam yekunlaşmış oldu. Sağ olun, Allah amanında.